Hamınızı salamlayıram, hamınıza xoş gəlmisiniz deyirəm. Şadam ki, mənim ətrafımdasınız. Bildiyiniz kimi bu günlərim qeyri-hökumət təşkilatlarına dəstək olan Azərbaycan Dövlət Agentliyi maliyyə dəstəyi ilə mənim filmim araya gəlib. Çarx deyirlər buna. Zamanı aşan irs. Zamanı aşan irs mənim 85 illik yubileyimə və 35 illik yolda çalışmağıma həsr olunub. Şadam ki, bu filmdə Fazil Mustafa kimi millət-vəkili, Jalə Əliyeva kimi millət vəkilləri, Pediatriya İnstitutunun direktoru Poluxova Aynur xanımın sözlərini eşitmişəm və mənim can-cigərlərim olan, mənim ətrafımda hər zaman olan Yeganə xanım, Bahar xanım və qızım Könül öz sözünü deyib və mənə elə gəlir ki, bu filmə baxandan sonra biləcəksiniz ki, azacıq da olsa mənim həyatda böyük rolum olub. Ən əsası Ağa Musa Nağıyeva mən ikinci həyat vermişəm, ikinci nəfəs vermişəm. Bunu sübuta yetirmək üçün bu filmə baxmaq bəs edər. Mən çox istəyərdim ki, filmə nümayiş etməmişdən əvvəl bizim bu gün aparıcı Sevinç xanım ki, sizə təqdim edim. FM radiosunun aparıcısı və çox gözəl xanımdır. Həm diktorluğu gözəldir, həm diksiyası gözəldir, həm də onun sənətdə olan əməyi, illəri mənə icazə verir ki, bu cür rəsmi açılışa onu dəvət edeyim. Mən çox şadam ki, Sevinç xanım razılıq verib və bu günləri aparıcımız olacaq. Onun təbrizlərinə qulaq asarsınız. Çıxışlarınızı da çox istəyərdim ki, bu ətrafda, film ətrafında eləyək. Qısa və konkret, çünki danışmaq istəyən çox olacaq. Bir daha qeyri-hökumət təşkilatlarına mən dəstək agentliyə təşəkkür bildirirəm. Çünki bu imkanı yaradan onlardır. Buyurun Sevinç xanım. Teşekkür ederim. Hacı mənim gəlin bura. Hacı mənim. Hoş gördük, hörmətli təşkilatçıları. Bugün Dilarə Ağa Musa'nın etrafında olduğunuz için size teşekkür ederim. Bir qeyd edək ki, bugün müharibənin 32. gününə təsadüf edir. 2020-ci ilin bu günü Müzəffər Azərbaycan ordusu Zəngilanın, Füzulinin, Cəbrayılın, Qubadlının kəndlərini işğaldan azad etdi. 44 gün davam edən vətən müharibəsi təxminən 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm zəfər tariximizə qızıl təriflərlə yaşadı. Tədbirimizdə şəhid anaları və qazilərimiz də sağlamlıyıq, onlar da iştirak edir, onlara qürurla deyək, başınız sağ olsun. Vətən uğrunda gedən mərd oğullarınıza rəhmət diləyib Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizi hörmət və ehtiramla anaq, şəhid analarını və qazilərimizi alqışlayırıq. Beləliklə, tədbir iştirakçıları, biz Milli Dəyərlərin Qorunması İctimai Birliyinin Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çəkilmiş Zamanı Aşan İrs sənədi filmin təqdimatına yığışmışıq. Film layihə rəhbəri Dilarə Musa Nağıyevanın yaradıcılığının 35 anadan olmasının 85 ilinə həsr olunub. Filmdə millət vəkilləri Jalə xanım Əliyeva və Fazil Mustafa, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova, eləcə də Dilarə Ağa Musa ilə sıx əlaqədə olub, onun həyata keçirdiklərinin canlı şahidləri olan biologiya elmləri doktoru Yeganə xanım Mahmudova, Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyinin sədri Bahar xanım Qasımova və qızı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin koordinatoru Könül Muxtarova öz sözünü deyiblər. Filmdə Nağıyevlər nəslinin ayrılmaz parçası olaraq zəhmətkeş Dilarə Ağa Musa'nın dövlətinə,
xalqına olan sevgisi aşılanır. Yazdığı kitablarla geçmişimizi bir daha yaşadır, sanki o dövrə qaytarır. Dilarə Ağamusa Nağıyeva milyonçu xeyriyyətçi Ağamusa Nağıyevin nəvəsi olmaqlı ömrünün 35 ilini babasının tədqiqatına həsr edib. Tarix üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü, Tərəqqi medallı, Humayun mükafatçısı, Ankara Uluslararası Akademiyasının Qızıl Altun medalı və ilin xeyriyyətçi qadın mükafatçısı, Zadəganlar Məclisinin üzvü, Qızıl Qələm mükafatçısıdır. Eyni zamanda Nağıyev haqqında illərlə topladığı faktlarla o xatirələr əsasında 10 kitab yazıb, 7 sənədli film layihələrinin rəhbəridir. Dilarə Ağamusa apardığı tədqiqatların nəticəsində Ağamusa Nağıyeva ikinci həyatını yaşadır. 98 bina sahibi olan, xeyriyyətçiliyinin sədaları Türkiyədən, Rusiyadan, Sankt-Peterburqdan gələn Ağamusa Nağıyevin məzarının üstündə büstünün ucaldılmasına nail olub. Bu sahədəki fəaliyyətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və eləcə də birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısını qazanıb. İndi isə filmə baxacağıq, sonra müzakirələrə keçid alırıq. Buyurun, xoş seyirlər. Yaşıma baxanda deyirəm ki, az eləmişəm. Çünki mənim arzularım indi aşır-daşır, ideyalarım indi aşır-daşır. Yəni o vaxtda gənc ikən, uşaq ikən, sonra gəncləşəndə bizim ailədə bir şüar var idi. Çox eşidib, az danışmaq. Bu bizə kapitalist nəsli kimi örnək olmuşdu bu sözlər. Tariximizə çox böyük bir vergidir Dilarə xanım tərəfdən. O, Musa Nağıyevi yenidən diriltdi, tariximizdə yenidən onun yerini bərkitdi və Azərbaycan miqyasında onu yenidən tanıtdı. Bu artıq bir fakt olaraq həkk olunub. Bu insan meydanda təkdir və tək də olub, bu yola tək çıxıb və hal-hazırda da tək davam etdirir. Və ölçülməz bir əməyi var bu yolda qoyduğu əmək və təbii ki, o səhnə arxasını mən gördüyümə görə o əməyin nə qədər dərin, nə qədər yüklü olduğunu çox gözəl bilirəm. Yəni bu zəhmət heç bir şeylə ölçülməz mənim fikrimcə. 1992-ci ildə mən bu meydana atıldım. Məqalələr yazdım ki, mənim babam Ağamusa Nağıyev görün kim olub, onu tanıtdırmağa başladım. Çünki həqiqətən onların hamısı susturulmuşdu, heç kəs tanınmırdı. Və mən bu yazdığım 10 kitabda, çəkdiyim filmlər, layihə rəhbəri olduğum filmlərdə göstərdim ki, Ağamusa Nağıyev çox böyük işlər görüb, xeyriyyətçilik olub. Məktəb tikdirib, xəstəxanalar tikdirib, yığıncaq üçün binalar tikdirib və böyük xeyriyyətçiliklər göstərib. Tarixi şəxsiyyətin taleyi deyilən bir anlayış var. Çox sayda faydalı işlər görmüş tarixdə insanlar var ki, onların irsini yaşadan, onu təqdim edən, onu memuarlarda, hansısa sənədlərdə gündəmə gətirən insanlar olmayanda onun o fəaliyyətinin də əsas detalları unudulmuş olur.
Ağamusa Nağıyev bu baxımdan çox şanslı bir şəxsiyyət olub. Ona görə ki, onun nəslinin davamçıları onun gördüyü işlərin Azərbaycanın yeni nəslinə çatdırılması üçün hər cür fədakarlıq eləyiblər və bu fədakarlığın da başında Dilarə xanım gəlir. Dilarə xanım həm qeyri-hökumət təşkilatı formatında, həm də şəxsi təşəbbüsləri ilə onun Azərbaycanda həm arxitektura istiqamətində, həm Azərbaycan maarifçiliyinin inkişafında olan rolunu Azərbaycan cəmiyyətinə çatdırmağı bacarıbdır. Bu onun vətəni qarşısında, ölkəsi qarşısında, xalqı qarşısındakı böyük xidmətidir. Nə xoşbəxt Ağamusa Nağıyevə ki, onu bu xalq yaşatdı, onu onun ailəsi yaşatdı və onun ailəsinin ayrılmaz parçası olan mərhum anam Nurəngiz gün belə adlandırardı Dilarə xanımı. Əzabkeş, cəfakeş Dilarə xanım nə yaxşı ki oldu bu nəsildə. Və mən bəlkə yeniyetməlik, gənclik yaşlarımdan üzü bu yana Dilarə xanımı tanıdım və getdikcə dərindən tanımağa başladıqca onun ailəsinə, nəslinə, şəcərəsinə və deməli elə xalqına, ölkəsinə, dövlətinə olan tükənməz sevgisinin şahidi oldum və hər bir zamanda yaxşı mənada heyrətləndim. Ümumiyyətlə, Ağamusa Nağıyevin fəaliyyəti nəinki bir mecenat, milyonçu kimi, həm də tarixin formalaşmasında həmin dövr üçün əhəmiyyətli olan bir sıra mərhələlərdə əvəz olunmazdı. Və Dilarə xanımın fəaliyyəti ilə tanış olduqda nə qədər böyük zəhmətlə ərsəyə gətirdiyi kitabların müəllifi kimi və bu kitablardan sonuncusu olan 10-cu kitabı Tarix Yaşadan Binalarla tanış oldum. Dilarə xanım onu elə qələmə alıb ki, sanki o tarixi bir də yaşayırsan və o dövrə bir də qayıdırsan və Ağamusa Nağıyevin gözünün qarşısında adamın canlı portretini yaradır. Yəni, həqiqətən də bunu bu cür dilə gətirmək böyük bir uzun tədqiqat işinin nəticəsidir. Bütün kitablarım Ağamusa Nağıyevə aiddir. Ona həsr edilib. Onun fəaliyyətinə, onun tədqiqatçısına mən çevrilmişəm. Və o zaman o kitabın adını yazarkən mən özümdən xoşallandım ki, nə gözəl ad tapmışam. Həqiqətən xalq üçün özünə əritmişdi, amma izi də qalmamışdı. Və bu izləri mən bir-bir bu 35 il ərzində, yəni 50 yaşından bu işə başlamışam və bu izləri araşdırmağa başladım. Bir İsmailiyyə binası həm də ölkənin problemlərinin müzakirə olunduğu, milli dəyərlərin formalaşdırdığı bir məkan idi. Deyək ki, bu məkanı yalnız bir bina olaraq götürə bilmərik. Akademiyanın binası, yaxud da bir xəstəxana binası məşhur bu cür insanların sağlamlığına o zaman böyük ölçüdə yayılmış vəba xəstəliyinin qarşısının alınması, müxtəlif epidemiyaların qarşısının alınması üçün önəmli rol oynayırdı. Yəni, bir millətin, bir nəslinin sağlamlıq probleminin çözülməsində bunların böyük əhəmiyyəti olur. Və Dilarə xanım da yazılan kitablarla, çıxışlarla, müraciətlərlə, haqqın tanınması uğrunda apardığı mübarizə ilə, hüquqi zəmində Ağamusa Nağıyevin irsinin doğru qiymətləndirilməsinə çalışması ilə beynəlxalq arenada ona aid ola biləcək müəyyən atributların Azərbaycan xalqı üçün aydınlaşdırılması baxımından kifayət qədər böyük işlər görür. Bu işlər də dövlətimiz tərəfindən də yüksək qiymətləndirilir və cəmiyyətimiz tərəfindən önəmlidir ki, yüksək qiymətləndirilir. Çünki hər nəticə öz kökü haqqında, öz babası haqqında ola bilsin ki, ailə mühitində
sevinç dolu danışa bilər, ürəkdən nələrsə ifadə edə bilər. Amma onu kitaba hər adam köçürənmir. Ya tənbəlliyindən, ya qabiliyyətindən, ya başqa amillərdən asılı olaraq. Amma Dilarə xanım bunu kitaba köçürdü. Dilarə xanım bunu sənətlərə köçürdü. Bugün bütün Azərbaycan insanı, böyüməkdə olan nəsil, bu da çox əhəmiyyətli bir məsələdir. Çünki bizim gələcəyimiz bugünkü uşaqlarımızdır, yeniyetmələrdir. Və bugün onların da arasında Nağıyev ismi tanınırsa və o insanın, o böyük insanın həyata keçirdiyi fəaliyyət bugün gənclərimiz arasında da populyardırsa, onlar da qiymətini verə bilirlərsə, düşünürəm ki, bu elə Nağıyev xoşbəxtliyi idi. Eyni zamanda Dilarə xanım Nağıyevənin bu yöndə, bu istiqamətdə, bu amal uğrunda yorulmadan, usanmadan çalışmasının nəticəsidir. Mən bilirdim, o da çoxdan bilirdim ki, Ağa Musa Nağıyevin ikinci həyat yoldaşı oldu, Yelizaveta Qrigoryevna Cankorova. Və ona əhəmiyyət vermirdim. Sözün açığı onun haqqında yazmışdım, kitablarımda da var idi. Ona Liza da deyirdi, Amal da deyirdi, Ağa Musa Nağıyev. Əsl adı Yelizaveta idi. O Ağa Musa Nağıyevdən çox-çox sonra, yəni 1919-cu ildə Musa Nağıyev rəhmətə gedib. O isə 25-26-cı illərdə qəbri çox pis vəziyyətdə idi, olduqca dağınacaq şəkildə idi. Və bu mənim son fəaliyyətim, axırıncı fəaliyyətimdən mən danışıram. Gözəl bir qəbrə, məzara çevirdi, qara mərmərlə yazdırdı, şləpalı şəklini üstünə qoyduq. Yəni belə işləri gördükcə mən cavanlaşıram və məndə ruh yüksəkliyi həmişə çox yüksək olubdur. Həmişə irəli baxmışam, nəyəsə getməyə, nəyəsə çatmağa olub meylim və bunu da etmişəm. Dilarə xanımın xeyriyyəçiliyi, səxavəti, parlaq zəkası və qürur verici təvazökarlığı bu günləri bizim gənclərimizə çox böyük bir nümunədir. Dilarə xanım nəinki cəmiyyətdə, getdiyi hər bir yerdə öz böyüklüyünü göstərir. O öz məsləhətlərini heç vaxt heç kimdən əsirgəmir. Bir böyük kimi o zəngin keçdiyi, zəngin həyat təcrübəsindən, iş təcrübəsindən hamı ilə bölüşür, öz məsləhətlərini verir. Yenə təkrar eləyirəm, o nəinki maarifləndirici söhbətlər aparır, hətta maddi, mənəvi də dəstək göstərir insanlara. Dilarə Nağıyevadan yaşının bu vaxtında soruşduqda ki, gözəlliyinin sirri nədir, gənc qalmasının sirri nədir? Belə cavab verir, mən həyatı sevirəm. Mən insanları sevirəm. Bax, o sevgi məndə həyatda yaşamağa sövq edir məni. Və bir şeydə deyildiyi kimi, Ulu Tanrım, lütf eylə. Mən ki sevirəm səni. Sevgi aradığım üçün sevənlərdən et məni. Dilarə xanım sevə bildiyi üçün o daimdir sevilir. Mənim etdiklərimə dövlət də qiymət verir. Cənab Prezident mənə təqaüd bəxş edib, ömürlük ev verib. Mehriban xanım mənə qəbulunda olmuşam, çox gözəl qarşılayıb, Leyla xanım. Yəni bunlar hamısı ondan irəli gəlir ki, mənim bütün fəaliyyətim, dinim, amalım, imanım, günüm, saatım hamısı Ağa Musa Nağıyev oldu. Hətta mən yazıcı kimi özümə Ağa Musa təxəllüsü də götürməyimlə fəxr edirəm. Çünki mən nəinki öz arzularımı yerinə yetirdim, mən atamın ideyalarını həyata keçirdim, mən atamın eləmədiklərini, demədiklərini mən bu gün deyirəm, edirəm və həyata keçirirəm. Planlarım böyükdür, nə edirəmsə deyirəm azdır. Mən tövsiyəm yenə deyirəm gənclərə odur ki, etdiyinizlə, yaşadığınızla qane olmayın. Həmişə irəli baxmaq lazımdır, gələcəyə baxmaq lazımdır, amma xor baxmaq yox. Gözəl gözlərlə, xoş gözlərlə, xoş niyyətlə baxmaq lazımdır. İndi arzum odur ki, mənim
evladlarım xoşbəxtdırlar, ondan da xoşbəxt olsunlar. Elimizə, obamıza istəyirəm azadlıq olsun, qələbə olsun, zəfərimiz olsun. Mən cənab prezidentə, cənab İlham Əliyevə dəfələrlə müraciət eləmişəm ki, zəfəriniz mübarək, sizin çəkdiyiniz əziyyət, zəhmət bütün Azərbaycan üçündür, bütün dünya üçündür. Dünya miqyasında bizi tanıtırıbsa, bu gün biz söz azadlığından istifadə ediriksə, bu gün mən Ağa Musa Nağıyevin, Hacı Zeynalabdin Tağıyevin, Şəmsiyə Əsədullayevin, Murtuza Muxtarovun adını çəkirəmsə, nə xoş, bundan da xoşbəxt günlər olarmış. Çünki vaxtında atam deyirdi ki, böyük bacım rəhmətli Solmaz deyirdi ki, mənim əlimdən tutub İsmailiyyə üzbəüz səkidən keçəndə deyirdi ki, başı qaldırma, amma sağa bir bax ki, sağdakı bina İsmailiyyə binası mənim atam tikdiribdi. Xoşbəxtəm ona görə ki, 5 nəvəm var, 6 nəticəm var. Bunlarla qürur duyuram ona görə ki, bilirsiniz, yaşamaq şirin şeydir. Amma o yaşamağı necə yaşayırsan? Bu sualı hərə özünə verməlidir. Mən bu sualı verdim özümə. Hələ 1992-ci ildə, baxmayaraq ki, dövlət qulluğunda işləyirdim. Sovet və Komünist Partiyasının üzvüydüm. Hal-hazırda Yeni Azərbaycan Partiyasının üzvüyəm. Və bunlardan qorxmadım və getdim, irəli getdim. Və mən elə bilirəm ki, həyatda ən uduşlu qadın varsa, onlardan birincisi də olmadan, amma ikincisi mənəm. Keçən hər kəsə minnətdarlığımızı bildirir. Bir daha alqışlayaq. Tədbirdə iştirak edən bütün qonaqları bir daha salamlayırıq və hazırda tədbirimizdə yeni qoşulanlar da var. Onları da salamlayırıq və bizim qazilərimizi də görürük, əyləşiblər. Qarşınızda baş əyri, var olasınız. Çox sağ olun. Və hörmətli iştirakçılar, tədbir iştirakçıları, qeyd etdiyimiz kimi çıxışlarımız da olacaq və hazırda tədbirimizdə iştirak edən hörmətli millət vəkili Fazil Mustafa Dilarə xanımı Milli Məclisdə yubiley münasibəti ilə təbrik edərək onun milli kimliyimizin qorunması və milli mənəvi dəyərlərimizin təbliği sahəsində işgüzar fəaliyyəti ilə seçildiyini vurğulamışdır. Hörmətli Fazil Mustafa, sizə Dilarə xanımın fəaliyyətinə verdiyiniz qiymətə görə təşəkkürümüzü bildiririk. Qeyd edək ki, Fazil Mustafa Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, ixtisasca hüquqşünas olaraq həm də 24 kitabın müəllifidir. Buyurun, hörmətli Fazil Mustafa, söz sizdədir. 30 kitab. Hətta 30. 6 çıxlar. Buyurun, alqışlarınızla. Çox təşəkkür edirəm. Həqiqətən bu tədbir mənim üçün nəyi xatırlatdı? Bu Mirzə Şəfi Vazeh deyilən Azərbaycanın böyük şairlərindən biri. Amma Vazeh haqqında heç kimin bilgisi yoxdur. Bu deyişdə onun haqqında bir xatirələr yazmaqla, onun əsərlərini tərcümə eləməklə tanıtdı ki, belə bir şəxsiyyətimiz. Eyni zamanda bir Ekerman deyilən bir yazar var. Bu filolog olub, sıradan bir filolog olub, amma Höte heyranı oldu və bu ömrünün son 10 ilini, Höte'nin ömrünün son 10 ilini gəlib onun yanında qalıb və onun bütün çıxışlarını, onun həyatını, onun görüşlərini, ağzından çıxan hər kəlməni yaz, hətta öləndə belə, ölüm anını belə olduğu kimi təsvir edib və bu dahilin ölüm anında necə davrandığını, hətta səmada əli ilə son yazısını artıq yaza bilmir, əli ilə yazdığını da burada vurğulur. Və Ekerman tarixdə Höte'ni tanıdan bir şəxsiyyət kimi qalır. Bu çox önəmlidir. Azərbaycan kimi cəmiyyətdə bir xanım əfəndinin 50 yaşdan sonra bir
öz babasını, öz nəslinin tanınmış simasını bu cür fədakarlıqla tanıtması olduqca böyük bir təqdirə layiq addımdır. Bu çox nadir hallardan biridir. Mən sizə deyim, bizdə biraz tənbəllik o qədər yüksəkdir ki, nəsil böyük, biz yüzlərlə insan tanıyırıq ki, böyük nəsillərin təmsilçiləri o nəsildən, o təmsil adamlardan, şəxsiyyətlərdən bir yazı qalmadı, bir miras qalmadı. Dilarə xanım bu qədər kitabları buraxmaqla həqiqətən məni təəccübləndirdi. Mən doğrudan bu xanımın bu cür əzminə heyran qaldım. Ona görə ki, məhz bunu öyrənmək lazımdır. Bu yazmağı öyrənmək lazımdır. Bu irsi yaşatmağı öyrənmək lazımdır. Hətta onun xanımının belə məzarını gedib bərpa eləmək, bu hər adamın o edə biləcəyi əməl deyil. Yəni buna gərək içdən bir fədakarlıq olsun, içdən bir yanı olsun. Ağa Musa Nağıyev təbii ki, bir nəslin, bir dövrün fenomen şəxsiyyətlərindən biriydi. Hamının pulu ola bilir, hamının mülkü ola bilir. Amma hamının qoya biləcəyi iz olmur. Yəni bunu görürsünüz, o dövrün milyonerləri içində də 5-6 adamın adını çəkir. Halbuki onların sayı bir 20-30 olubdur. Çünki 100 dənə fərqli işlər görə bilərsən, biznesini artıra bilərsən. Amma qalıcı hansı yerə sərmayə yatırmısansa, o səni xatırladacaqdır. Bu gün də məsələn, kiminsə gedib, deyək ki, Parisdə keyf eləməsi, yaxud da Braziliyada gedib futbola baxması bir tarixi hadisə deyil. Amma kiminsə bir universitet açması, kiminsə bir uşaqlar üçün gimnaziya açması, yaxud da orada bir təhsil verməsi önəmli hadisədir. Yadda qalan bu olacaq. Kiminsə bir əsər yazması, ədəbiyyat əsəri qoyması. Burada indi dəyərli yazarımız Seyran müəllim iştirak edir. Həqiqətən də bu yazıcının da dəyəri oldu da. Yazıcının da dəyəri aldığı Komsomol mükafatı, laureatı falan, bunlar hamısı unudulur. Tərəqqi ordeni, hamısı unudulur. Sonunda kitab qalır. Buna xatırlayırlar ki, bu kitabı var, vəssalam. Bundan sonra bilinir ki, nə iş görür. Ona görə mən film də çox gözəl çəkilibdir. Adətə bu cür tədbirlərdə biz ümumi tərifləməliyik ki, zəhmət çəkilir. Amma o məclisin ovqatına uyğun tərif kimi demirəm. Həqiqətən yaxşı, anlamlı və cəmiyyətə pozitiv mesaj verər. Şimdi orada deyirsiniz, məsələn, yaşamaq nədir, yaşamağa münasibətdə əslində yaşamaq faydalı olmalıdır da. Hamı dünyasını dəyişib gedəcək. Biri qazi kimi iz qoyur, bizim qardaşımız kimi, biri şəhid kimi iz qoyur, biri kitabla iz qoyur. Elə Ağa Musa Nağıyevlər də əslində şəhidlərdir də, Zeynalın Tağıyev şəhidlərdir də. Bunlar hamısı hansısa bir davanın şəhidləridir. Şəhid təkcə silah əlində, döyüşdə həlak olan insan deyil, yaralanan qazi təkcə o deyil. Hamı öz davasının, milli davanın içində bir cinahı götürür, o cinahda iş görən adamlardır. Bəzən Azərbaycan cəmiyyətində belə bir düşüncə var ki, ürəyə qan bəzən getməyəndə əlavə damarlar açılır və ora qan daşınır və insan bir müddət yaşaya bilir. İndi bir çox dövrlərdə yollar bağlı olur. Baxır, indiki dövrdə də, başqa dövrdə də, bir də görürsən adam düz yoldan gelirsən, bağlıdır. Amma insana şans verilir ki, bəlli bir cığırları tapıb oradan hədəfə doğru gedəsən. Dilarə xanım, baxın, 92-ci ildə Sovet hökuməti dağılır, dağılana qədər deyir, atamın həm də arzusunu yerinə yetirir, atamın deyə bilmədiyini deyir. Bir övlad atasının deyə bilmədiyini, həm də o missiyanı, təkcə babasını tanışlar. Atasının o qadağan olunan dövrdə deyə bilmədiyini də özünün həyat bir borcu kimi görə bilirsə, həqiqətən bu xoşbəxtlikdir. Mən təbrik edirəm. Bilirsiniz, uzun ömür biz biçmirik, amma sizə can sağlığı arzulayıram, can sağlığını yaratmaq üçün arzulayıram. Siz çünki elə-belə duran adam deyilsiniz və əslində bir o cığırı, orada onlarla adamlar var. O cığırı siz elə gözəl otqalaqdan, alaqdan təmizləyib, onu Azərbaycan xalqına vermişsiniz ki, inanırsınız ki, o cığır ayrıca bir yola çevriləcək. Alınıb? Alınıb, çox yüksəkdir. Bir daha siz təbrik edirəm. Mənə icazə versiniz, Sevinç xanım. Fazil müəllimə xüsusi təşəkkürümü bildirmək istərəm.
həm vaxtını sərf edir. Yox, öncə məni millət vəkili kimi, Milli Məclisdə qəbul edib, komitə sədri kimi qəbul edib. Orada mənim 85 illiyimi, Bahar xanım da məndən idi, yanımdaydı həmişəki kimi. Orada mənim 85 illiyim, 85 deyəndə heç belə lezzetlənmir mənə. 35 yaşında qalmışam, məştubat demişkən. Amma sizin məni o cür sadəliklə qəbul eləməniz, yəni mənim haqqımda orada və filmdə dedikləriniz mənim üçün dünyadır. Çünki Fazil müəllim, siz mənim haqqımda ancaq eşitmişdiniz, amma məni görməmişdiniz. Hətta mən içəri girəndə Fazil müəllimin rəngi dəyişdi. Dedim, elə bildiniz ki, axsaq, çolaq bir qadın girəcək içəri. Dedi, hə, elə belə də dedi. Mən şadam ki, mən bugün də bu görkəmini saxlaya bilmişəm. Ağlım mənə xain çıxmır. Ən əsası odur, siz bilirsiniz ki, və ən əsası odur ki, sizin filmdə dediyiniz, oradan çıxandan bu günəcən mənim ətrafımdakılar bilir ki, mən deyirəm ki, siz danışanda mən şokdaydım. Mənim haqqımda əgər siz bu gözəl gözəli bilirsinizsə, burada oturanlar bilirlərsə, mən xoşbəxtdir, həqiqətən xoşbəxtdir. Təşəkkür edirəm. Biz də mən çox dəyərli, əlbəttə biz filmin təqdimatına görüşmüşük, amma mənim yanımda həmişə şəhid anaları, qəzilərimiz olubdu və bugün mən bir 10'a qədər şəhid anası çağırmışdım bura, 2 qəzi çağırmışdım. Tane 2 ayağından şikəst olurdu bizim yolumuzda, vətən yolunda. Ayağından olub o cür gözəl balamız və saat 12'də mənə dedi ki, gəlin əlbəttə gəlin. Təşəkkür edirəm, bir alqış istəyirəm. Onun operasiyasında Mehriban xanımın çox böyük, ümumiyyətlə dövlətimizin böyük rol olub, amma Mehriban xanımın şəxsən köməyi olub, onun ayaqlarını ayaq üstə qoymağa və bugün çox şadam ki, mənim yanımdasın. Burada mən dedikcə, Mehriban xanım, mən dedikcə, şəhid anaları qalsınlar, Kifayət xanım, görün, haradan gəlir də, Məzər xanım, çünkü sizin kimi analar olmasaydı, qəhrəmanlar olmazdı. Və bugün biz nədən danışacaqdıq və mənim kitabımda, Fazil müəllim sizə bəşər edim, orada Aynur Pulxo deyir ki, sonuncu yox, sonuncudur, bu axarıncı kitabımdır. Hələ bir 5'ini də yazacağım inşallah. 23 şəhidin evində olduqları və onlar haqqında yazdıqlarımın 5'i buradadır. Mən sizin 5'inizin simasında hamını alqışlayıram. Tərənnə qalsın, biri qalan, biri şəhidimizin anasıdır. İran Pasolstası səfirliyində hücum olanda Vasifinin anasıdır Tərənnə xanım. Mən çox şadam ki, siz mənimləsiniz. Öpürəm hər birinizə, həminizi çox istəyirəm. Həddən artıq üçün hər birinizə bir kitab yazardım. Həyif ki, 85'dir, tələsdirəm. Təşəkkür edirəm. Və hörmətli qonaqlar, Dilarə xanımın elmi rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovu da salamlayırıq. Allah hamınıza təşəkkür edirəm ki, yanım əziz Sərkanıtın, Dərkanıtın, Dilarə xanımın 58 yaşlarında təşəkkür edirəm. Mən adamdan safsanım. Mən 85'i qəbul edirəm. Əziz bu arada güzəliş verir, mən dosentlərimdən artıq 2 kapısı. Mən Dilarə xanımı hardasa 25 ilə yaxında səfirəm. 20 Siz cavansınız, mənim cəvan hastanlısınız. Yox, o qədər də cavan deyəm, 74 yaşın içində cavan oldu. Çalışıram. Dilarə xanım yolda göstərdiyi şücaət, əziyyət çəkdi, əziyyət, təşəbbüskarlığı doğrudan da təqdirə layiqdir. Azərbaycan qadının ən gözəl xüsusiyyətlərindən biri, çox qəribə bir neçə günlərdə Ağabey Hacıyevski günlərdə, Bəkizəsi Qardaş günlərdə, ay 20'də həmin onun kitabını təqdimat edilmişdir və mənim yadıma Sara xanım kitabı. Çox qəribə fazla bu, bizim o Sovet dövründə cəhdlə gizlədilən bizim bu sərmayədarlar ki, Azərbaycan xalqının inkişafında çox böyük, təkcə var dövlət yaratmır. Onların o fəaliyyətinin bizim axıcı kadrlarımız. Əgər
Cenab-ı Teala Nabiye ve Sallallahu herkes olmaz. Ben eminim ki 9. asır sonu 20. asır evvellerinde bizde o cür siyasetçiler, topçular da Mehmet Ali Resulzade, Fıdalahan, o başkalar olmazdı. Onların o yarattıkları zemin üzerinde yetişmiş o siyasi kadınlar ki 44 nefer 18. Mayıs 28'inde dallarında bir tane süngü olmaya Canlı Kafkas'da değil, bütün Türk Müslüman dünyasında benzeri olmayan ve 23 ay o zamanki dünyaya meydan okuyan bir hukuki bir devlet yaratmaya kadir olmuşlar. Bunun zemininde Tarih evleri, Nari evleri, Mesadullah evleri ve başkalarının yarattıkları o yübek sadıklardır. Onların o 70 yılı Sovet döneminde gizledilen faaliyetini açan çok garibe bizim kadınlarımız. Mehmet Yazman'ın 80'li yılların ortalarından başlayarak hatta sonuna yakın Sara Hanım Tağıyeva Akademiyanın Tarih Kursu'nun kardurlarında gezerek Rus dilinde çığır için benim atam halk düşmanı değil, benim atam hakkında yalan yazmayın. Ve şükür Allah'a o dediğinden nail oldu. Düz yazabilmedi rahmetli ama tarih hakkında benim rahmetli ilmi rehberim Mahmut İsmail Akademiyanın başbuğuzu. Sonra benim hürmetli telefon Ferhat Cabbar ve başkaları tarih yolu faaliyeti hakkında çok Marat İsmail, Marat İbrahim Allah rahmet eylesin. Güzel eserler yazdı. Ve növbəti bu Pleyada'dan olan növbəti bizim qəhrəman qadınımız Gülara xanım Nağıyev olur. Gülara xanımın mən tanıdığım dövrdə mənim üçün ən belə qiymətli onun keyfiyyəti, onun yorulması. Mən sözümü, bu qadın yorulmaq, dayanmaq, bilmək növbəti yox. Çox çətin bir mövzuda yapmışlar. Çok çətin bir mövzudan yapışmışlar. Bir nəfər Bakı Dövlət Universiteti Dasyası mənə tanış edildiler xanımla. Və adamla sözüm olsun, belə adam bir yaşda, bu cür mövzu, çətin məsələ. Sonra gördüm, yox, Gülara xanım mənim dünyanın işini şəddət qədirək çoğdadılar. Və biz onlar heç onu çoğda tutabilməli. Gülara xanımın fəaliyyəti təkcə babasının şəxsiyyətini, babasının işini, cemaata, elimize, obamıza, dünyaya tanıtmak değil. Gülara Hanım bizim tarihimizi bitirmen, gizledilen, uzak güçlere sıçrayan tarihimizi açıp ortaya koyan şahslardan biridir. Bu yolda ben ona 58 yaşlı Gülara Hanım'a uğurlar uğurlar diləyirəm və əminəm ki, Gülara Hanım heç vaxt dayanmayacaq. Teşekkür ederim. Allah Benim 70 yaşında ben dissertasyomu yazmağına mecbur edən məni bu işə Şəfəət Mehsinoğlu oldu, Ərif Mehsiyev. O məni göndərdi və məni tarifi üstündə Hacı müəllim dedi ki, bu yaşlı adamlarına yazılır. Elə qəbul elədilər, amma sonradan Hacı müəllim həqiqətən sözün əsl mənasında elm adamı kimi vuruldu mənə. Və 12 il məni süründürdülər bu yolda. Və 12-ci ildə mən dedim ki, ağladım. Dedim ki, heç vaxt ağlayan deyirəm. Aklım hamısı dedim, Hacı müəllim, mən daha istəmirəm. Bu elmi mən istəmirəm. Amma halbuki mən elmi üçün doğulmuşdum. Tutdu mənim əllərimi, təşəkkür edirəm o günə. Dedi, eləyəcəksən, axıracan yetirəcəksən. Və 6 ayın içində mənim məsələm öyle oldu. Tarix üzrə fəlsəfə doktor adı aldım. Bu ad mənim üçün nədir? Bu ad mənim üçün dünyadır. Çünki mənim temam, mətnim Ağa Musa Nağıyevin xeyriyyəçiliyi, ictimai fəaliyyəti və yaşadığı dövrdür. Yəni bu mənim nəslimin açılmış səcərəsidir. Ona görə mən bugün sizin qarşınızda baş əyirəm. Ərif Mehsiyev, Allah rəhmət eləsin ki, nə yaxşı kişilər, nə yaxşı insanlar var. Hamısı da mən tapıram, mən tapırlar. Ömrümüzün devamında Bakı Dövlət Üniversitesi'nin psixologu Könül Cəhətə söz veririk. Buyurun Könül Hanım, eşidək sizdə. Salam. Oradan da danışırlar. İlk önce herkese salamlayıram. Ben üçün qəfil oldu, hiç bilmirdim mənə söz veriləcək. Gülara xanım, dəvətiniz üçün təşəkkür edirəm. Həqiqətən də çox mötəbər bir işin arkasındasınız. Sizə bu işte uğurlar arzulayıram. Sizə bu işte
Həqiqətən də keşməkeşli yolda büdürməməyə arzulayıram. 85 illik bir həyat yolunuz həqiqətən çox mötəbərdir və inşallah davamlı olar, inşallah daha axarlı olar bu kitab təqdimatlarınız və belə bir mötəbər bir insanın yaradıcılığına hər zaman işıq salarsınız. Var olasınız, təşəkkür edirəm. Bir dəqiqə sözü xanım, mən sizə vəsiqə verəcəyim. Ay canım, çox sağ olun. Milli dəyərlərin qorunması ictimai birliyi, Respublika Qadınlar Cəmiyyəti kimi onun da psixoloqa ehtiyacı var. Və mən böyüklərim dedim ki, sizin bizim də psixoloqunuz olasınız. Vəsiqəni sizə, həm də bizim milli dəyərlərimiz Musalar evladındadır. Ona görə səhv edəyəsiniz. Her zaman da var olun. Teşekkür ederim. Çok sağ olun Ersin. Teşekkür ederim. Biz de Azərbaycan Qadınları Respublika Cəmiyyəti İctimai Birliyi sədri Bahar xanım Qasımovaya. Teşekkür ederim. Biz danışmışıq efirdə. Burada elə dəyərli xanımlarımız, qonaqlarımız var. Mən istərdim onlarda ürək sözləri desin. Amma duruzduz mənim 2 kəlmə deyəcəm. Dilarə xanım. Ay Dilarə xanım. Bir dəqiqə bura gəl. Zəhmət olmasın. Ben işte de öyle gel otur yerinde. Ben ömrelde alırım. Hadi 75 numarası var. 65 olsaydı. Düzdür, danışıqlarımızın yarıdan çoxsunu kəsirik efirdə. Başa düşürük, orada çox az bir yer verilir də. 45 dəqiqəlik, 40 dəqiqəlik sənədli filmdir. Elə bizi salmış sonra təşəkkür edirəm. Amma deyirəm sadə, yox 5 saatda əhatə ediyor. Deyirəm burada elə qonaqlarınız var ki, onların da ürək sözlərini eşidərsiniz. Ancaq 2 kəlməni bugün mən mütləq deyəcəm. Siz bayaq dediniz, ağıllı qadın. Bəli, Azərbaycanda ağıllı qadınlar çoxdur. Həddindən artıq çoxdur. Amma siz müdrik qadınsınız. Ağılın üstünə biraz da zənginlik qatın, müdrik kimi rəftar edirsiniz, müdrik kimi hərəkətlər edirsiniz və bizim çoxlarımıza da nümunəsiz. Hər dəfə deyirəm, sizdən çox şey öyrənirik və bugün də öyrənirik. Yaşımızın az qala sizə çatmasına baxmayaraq, yenə də sizdən öyrənirik. Və mən deyirəm ki, müdrik qadın bugün bu qədər insanı ətrafına toplayıb, hər birinin yəqin ki, müəyyən bir işi, sənəti, müəyyən vacib məsələləri həll olunması olmağına baxmayaraq sizin dəvətinizə yerə salmayıb bura gəliblər. Mən bir daha hər birinə də öz adımdan da təşəkkür edirəm. Çünki siz də bizim idarə heyətinin həm üzvüsünüz, həm də sədr müavinisiniz. Hər birinizə təşəkkür edirəm. Təşəkkür edirəm. Bahar xanım həmişə mənimlədir. Yeganə xanım və bir neçə xanımlar burada. Çoxsu sevinir ki, biz səhərimizi də bir açırıq, axşamımızı da açırıq. Bahar xanım həmişə mənim yanımdadır. Bunun üçün mən sizə xüsusi təşəkkür edirəm və filmi gözəlləşdirdiyinizə görə bir yeganə xanımdır ki, ağlayanda da gözəl görükür və filmi gözəlləşdirdiyinizə görə mən sizə təşəkkür edirəm. Mən icazə versiniz, bir nüansı çıxım kənara. Mən deməli, müəllif Arzu Fərəcovadır. Arzu xanım qalxın görsünlər sizi. Kitab getirməmisiniz, yox, taxsırınızdan keçirik buyur. O cür gözəl kitabı necə getirmədiniz buyur. Sahibkarlı, hüquqşünaslı və Mehriban xanım haqqında, birinci xanımımız haqqında kitab yazmaq fikrində idi. Materialları çox idi və mən onları bir yerə yığdım, cəmlədim və mənim müəllifliyim, redaktorluğum var. Biz ikimiz çox gözəl bir kitab ərsəyə gətirdik. Çox hayıf ki, mən nə bilim, mən yeganə kitab qalıb, mən də gətirərdim. O kitabı biz bir elan eləmək istəyirəm. Birincisi odur ki, burada oturan 2 nəfər şahiddir ki, mən o kitabı şəxsən Mehriban xanıma çatdırmışam, oktyabrın 10-da. Bunun üçün alqış istəyirəm, Mehriban xanımın kitabı. İkinci alqışım da odur ki, yanında da mən səndim ki, biz məqalə yazmışdıq. Mən yazmışdım, Mehriban xanımı təbrik eləmişdim. Saytdan 3 yazı seçilibdir. Fond bu yazını qeydə alınırdı. Gəl aparqına qalsın səndə. Bir alqış deyirəm, çox sağ nə arzu edirəm ki, yenə kitab yaz. Bu da Heydər Əliyev arxımdır. Yazgına mən də onun redaktor olum. Sözüm var deyil. Herkesi salamlayıram, değerli hanımlar. Karşısında elbette ki, neyse danışmağa biraz adam yaşım uygun değil ama Dilarə xanım
mən bizim bu kitabın üzərində bəli əziyyətimiz oldu. Dilarə xanım da sağ olsun ki, mənə ilk kitabım idi və onda dəstək oldu. Bilmədiyim nələr varsa anlattı. Gözəl bir kitab araya ərsəyə gətirdik. İnşallah xeyirlisi. Mən sizə almaqdan uzun ömür arzu edirəm. Hər zaman yaşayın. Biz də sizdən, Bahar xanım demişkən, biz də sizdən öyrənək. Yavaş-yavaş hər şey. Var olun. Çok sağ olun. Buyurun. Və indi bizim şöhrətli şairimiz Seyran Səxavətə söz verilir. Bura boşdur. İkisinden biri. Hamınızı xoş gördük. Mən Dilarə xanımı 86 il tanıyıram. Kim nətər istəyir elə başa düşsün. Çünki oxşayan adamlarda tarix qoyurlar. Ulan kəs gedir. Əslən deyəm ki, Dilarə xanımın tədbirlərində iştirak edirəm, imkan daxilində. Və Dilarə xanımın tədbirləri çox xoşuma gəlir. Çünki orada başqa tədbirlərdən fərqli olaraq 98% gözəl xanımlar olmuş. Hamınızı salamlayıram. Sonra mən Dilarə xanım deyərlər ki, nə var babasını tərəfləyir. Ben bir tane Dilarə xanıma dedim ki, Dilarə xanım, birdən elə bilərsən ki, Musa Nağıyev təhcə sənin babandır. Səhv edərsən, o hamımızın babamızdır. Yəni belə qəbul edək ki, Dilarə xanım hamımızın babamız haqqında belə can fəşanlıq edir. Mən Musa Nağıyevlə nə vaxt tanış oldum? Deməli, bir kitab keçmişlərdi, oxudum onu. Burada Musa Nağıyevlə bağlı bir informasiya vardı. Deyir, ola xeyriyyə üçün pul yığılmışlar. Xeyriyyə, Musa Nağıyevin oğlu tutaq ki, rəqəm şərt edir, 100 manat verir. Xeyriyyə pulu yığılırlar. Sonra gəlirlər Musa'nın yanına, o da çıxardır 10 manat verir. 3 manat. Fərqi yoxdur, rəqəm şərt edir. Milyoner nəbəsi deyil, yoxdur ki, deməli, deyirlər ki, ay Musa, sənin oğlun 100 manat verir, sən 10 verirsən. Deyirlər, onun nə veclə, onun dədəsi milyonçudur. Mən samançı oluyam. Dərin mənada. Yumorsuz adam bir dəfə məndən soruşdular ki, televizyonda. Soruşdular ki, bu Sosyal Müdafiə Naziri sənə desə ki, Seyran müəllim, bir arzumu yerinə yetirim, nə arzu edirsən? Dedim, valla arzu çoxdur, amma ən birinci onu arzu edirəm, xahiş edirəm. Sosyal Müdafiə Nazirindən ki, yumoru olmayan adamların hamısına invalid hesab elə və onlara pensiya edir. O mənada, deməli, mən Dilarə xanımı təbrik edirəm, çox istəyirəm onu. Sağ olun. Amma o pulları gətirsən, o 400 neçə milyon, sənin biləyinə çox istəyirsən. Çalış onları gətirəsən. Bir də deməli, Musa ilə bağlı bir şey dediyim, onun ikinci xanımının şəklini gördüm. Musa haqqında fikrim biraz da belə daha gözəlləşdi. Kişinin gül kimi zövqü varmış, yerdən mən nə arzulayıram? Belə məclisdə adam çox danışmazdı. İki kəlməylə adamın başa düşürlər. Mən Musa deməli, Dilarə xanım dediyinə görə Musa Nağıyev Dilarə Nağıyevanın babasıdır, elə deyil. Onun babası o dövrdə 98 bina tikir. Bizə çatdırmıyor. Mən belə bir asosiyativ bir paralel gətirmək istəyirəm ki, mən arzu edirəm ki, nə qədər yaşayacaq, onu sağlam yaşayacaq. Mən sənə ömrün rəqəmin deyənmərəm, çünki bu Allahın buxalteriyasına aid bir şeydir. Mən konfidensiyadan uzaq sonra girişənmərəm və sizin babanız hörmətli Dilarə xanım. 98 bina tikir. Elə mən arzu edirəm, ürəyindən keçdi. Biz bu yaradıcı adamlar arzu edirlər. O qədər də fikir verməyin, həmər o qədər də fikir verin. Mən arzu edirəm, siz 98 il yaşayasınız və 98 kitab yazırsınız. Ondan babanızın ruhunu daha şad eləmiş olarsınız. Qadın bayaqları çıxışınızda bir şey, buna da münasibət bildirin, vaxtınızı almayacağım.
Dilara xanım Bəxtiyevci Fazil müəllimi qəbula gələndə elə bildi bir çəliyi nəzəri ilə biri gələcək, amma mən yaxşı qalmışam. Sana istədiyim ki, özü haqqında çox yüksək fikirlər. Elə siz hamınız, elə özünüz haqqında yaxşı fikirlər olun. Dilara xanım, əməyiz. Mən sizi çox istəyirəm. Ben deyirəm ki, sizin belə qalmanızın səbəbi o qədər ürəyiniz təmizdir ki, o qədər ürəyiniz böyükdür ki, siz xəbislik yox, hamının yaxşılığını istəyən bir adam niyə belə qalmamalı? Valla Dilara xanım, hara geçsən, məsələ sənin vidin, görkəmin, bu sənin ən güclü silahındır, onu Şeir yoktur. Şahit Hanım'ın Zeynep'imizin Şahit olsun, şeir demesin. Yegane Hanım'a da söz vereyim. Yegane xanıma söz versinlər. Yegane xanım bir şeir oxudam, cəmaat şeirsinlər. Əgər eləsə, Dilara xanım, hamınızı salamlayıram. Dilara xanım, növbəti filminizə görə sizi təbrik edirəm. Bilirik ki, sizin bu axarıncı filminiz, axarıncı kitabınızdır, ondan xəbərimiz var. Bu yaxınlarda biz Antalya'da Türk dilli devletlerin bir konferansı geçirildi. Orada oldu bir 3 gün. Bu ayda ayın 17'sine indik. Bakın yoktu Dilara Hanım. Açıp sumkasını, Bakı'dan apardığı kitabın, təzə bir kitabı. Orada da yazdı. Orada da yazdı. Dedi Dilara Hanım ne? Dedi ki, Qartal Aydın, vətən şəhidimiz oldu müharibədə. Rəhmətə gedib ona ait bir kitab. Yəni Dilara Hanım, siz daim öz fəaliyyətinizi davam etdirirsiniz. Sizə nə arzulayın? Bir şeir istədilər, bir şeiri demək istəyirəm. Qoca tarix özü işə qalmışdı. Daş divarlar, imarətlər danışdı. Ağamusa ruhu yanda alışdı. Bir babanın bir nəvəyə sözü çox. 98 bina tikən babanın 100'ə çatdırmağı keçdi qəlbindən. Dilarə nəbzini tutdu zamanı, görən heyran oldu hər əməlindən. Babasına layiq oldu nəvəsi, əməli ilə heyran etdiyi hər kəsi. 85 yaş ona Tanrı töhfəsi, boy görməsin Dilarəyə yüzü çox. Dilara Teşekkür ederim. Özü yazdı şiiri. Hamı benim istediğim. Ben bir size de istedim özünü. Bunu da başarmak lazımdı. Hakikaten ben hayatı sevirəm. Hakikaten hayatı sevmek lazımdı. Eğer hayatı sevmesen o yaşamanın mənası yoktur. Ben elə tərbiyə almışdım ki, benim atam da belə oldu. Hem yumorlu oldu, hem ağlayan yerde de insanları güldürüp ki, qəm qüssə olmasın. Yani qəmdən qüssədən biz kənar olaq. Ben de çalışmışım bu 10 kitabında, 7'si buradadır. Fazıl benim 10 kitabım var. Ve 9. kitabında ben tərəqqi medalı alarken Əhliman benim, bizim görkəmli onkologumuz o mənə təqdim edəndə dedi ki, Cəri xanımın sonuncu kitabı. Dedim, elə deyil, sonuncu niye olur? Bu axarıncıdır. Ve 10. kitaba aparıb ona verilmişəm ki, biləsiniz ki, mən dediğimi yerine getiririm. Allah bana can sağlığı versin ki, ben yaşlılığımı sizler için yaradım. Hərdən sizi güldürürəm, hərdən sizi ağladırım, hərdən hirsləndirirəm. Bu da olmalıdır. Həyat olsa şirin olmaz. Mən burada Qazi qızı İlahəni də istəyirəm sizə təqdim edeyim. İlahə xanım uzun müddət deməli, atası qazi olurdu, 2 gözündən şikəst olurdu, Ağzıda şəhid evladı kimi. O hər yerdə bizim sevimlimizdir, İlahə rəhimli. Çünki onun atası 90-cı illərin qaziləri olub, belə o qazilər, şəhidlər bizim unudulmaz sinə dəftərimizdir, bizim sinəmizdə yazılıbdır onların adı. Təşəkkür edirəm ki, İlahə kimi qızı var, Türkiyədə də onların yaşadığı bu yaxında, oradan gəlib, orada böyük işlər görüb, milli mənəvi dəyərlərimizin ictimai birliyinin fəal üzvüdür. Qazi və şəhid ailələrinə o da rəhbərdir, Arzu Fərəcivdə ikisi onların rəhbərdir. Orada və biz hər ay 2-3 burada qazilər də oturub, şəhid analarında bilirlər ki, biz onların ailələrinə gedirik, baş çəkirik. Kifayət xanım, sizə təşəkkür edirəm xüsusi. İsmail'dan durub gəlirdi. O qədər məni istəyir ki, mən də onu istəyirəm. Allah balanızı rəhmət eləsin. Bütün şəhidlər bizim ürəyimizdədir.
İlahənin atası, burada da hamı bizim qəlbimizdədir. Allah rəhmət eləsin. Mən sizə bir nəfəri təqdim etmək istəyirəm. 12 kitab müəllifi olub, yazıçıya qəbul olunmurdu. Belə bir insan olub və mənə yaxınlaşdı, Bahar xanım dedi ki, bütün dərmanlar Dilara xanımdır. Mənə yaxınlaşdı, bir 2-3 ay ondan əvvəl tanıyırdım, amma o qədər, belə necə deyim, ünsiyyətimiz o qədər döyüldü ki, deyim ki, kimdir, nədir. Bir gün dedi ki, mən niyə yazışılara qəbul eləmirlər? Yadıma düşdü ki, Ceyhun qulaq az. Məni də 5 il qəbul eləmədilər. Anar müəllimin kabinetinə girdim, dedim, Anar müəllim, dedi, siz avtobiografik şeyler yazırsınız. Dedim, benim atam Resulullah diyor, anam ne geldi, rəhmə gidiyor. Ben kimden yazmalıyım? Vicdanım hakkı bu sözümü. Ocağa ki, benim qəbul nədir, anam müəllim. Dedim, ben kimden yazmalıyım? Ben ağam olsana yazmalıyım. Bir de diyeyim, indi bu günlere sıra Milli Müdafiə Nazirliği'nde ders verirəm nəvəm. 22 yaşı var. 9 yaşında olanda belə bir məclisdeydik. Dediler, Dilara xanım söz verir. Oradan qışqırdı. Niye söz vermiyor, niye söz? Dedim, ay bana vermirəm söz üçün. Niye koymursan ben? Dedi, o ağamızın ağıyırdan danışır. Yani uşaq o vaxt 9 yaşında bilirdi ki, ben ancak ağamızın ağıyır hakkında danışıram ve Ağamızın Ağayev hakkında yaza da yazar oldum. Ben filologam, özde Rus dilli olmuşam. Bahar xanım sağ olsun, ben cümle kuruluşlarım, denleri, dınları, bir Yegane xanım redaktör edirlər, ortaya çıxartırlar. Ama ki, bizim Ceyhunumuz, Mehmet oğlu, çok böyle bilikli, savadlı, çok. O da mənə dedi ki, bir 3 ay bundan önce anlaştı ki, ben yaşıyorum, çok beter kaldım. Ve girdim onlar benim yanına. 2 dəqiqə onu qəbul edirlər. El çalan oldu. Onun qəsrətinə son qoyuldu. Bir də qəzəl deyinə, Dilara üçün. Mən için yazmışdım, yox? Deyə bilərsən? Deyə bilmirsən? Diplomu galiba. Nə deyir? Diplomu. Diplomu galiba. Eşitmirəm. Diplomu. Sonra deyərsən. Niyə ki? Bir bəlkə də çox hamısını demir. Fazıl müəllim o qədər təriflədi, Səxavət Seyran, Hacı müəllim o qədər təriflədi. Hələ indi Talib məni tərifləyəcək. Sən niyə ki demək istəmirsən? 12 kitap yazmışsan. Həyəcan keçirdin. Yox, söz verdik yine. Sizi çox istəyirik. Siz harada tədbir edəsiniz, biz ora gəlməyə hazırıq. Çünki hər insanda elə ağrıq yoxdur ki, ondan ağrıq alasın. İnsanların əksəriyyəti pulu var, çoxdur, azdır, dəxli yoxdur, qara gürübdür. İnsan ağrıqlı insan görəndə şadlanır. Ruhu şadlanır ki, bizim içimizdə ağrıqlı insanlar hələ var. Biz sizi çox istəyirik. Allah köməyiniz olsun, siz bizim üçün ağrıq çəksiniz. Daim yaşayın, yaradın. Daim qulluğunuzdayım inşallah. Ben görüşledim sözlüğüne, bir söz dilesinden bu iş görmüşüm. Teşekkür ederim, tebrik ediyorum. Sənə bir tane diplom düzəltmişim. Ağa Musa zirvəsi, birinci diplomu verilməli. Birinci geçmişdi. Fazıl müəllim, siz çıxış elədiniz. Ben sizin için yazdım ki, milli kimliğimizin nereden takıram, çok milli kimliğimizin korunması ve milli mənəvi dəyərlərimizin təbliği sayəsindəki fəaliyyətinə seçilən Dilara Nağıyevanın 85 illik yubileyinə həsr olunmuş Zamanı Aşan İrs sənədli filmində söylediği değerli fikirlere göre Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa Ağa Musa zirvəsi diplomu ilə təltif edildi. Mən burada təsisçi gedirəm. Mən artıq sədr deyiləm, sədri mən qızıma həvalə eləmişəm. Və qızım gəlməlidir, gələcəksə bir sürpriz gözləyir sizi, baxarsın. Təbrik edirəm, təşəkkür ederim. Ceyhun haradasan? Ceyhun gəlmir. Diyemiyorum, sen şunu yapmışsın. Kitaplarımda politik ruhumuz yaklaşımı müxtəlif rakuslarda əks etdirəm. Onun kitabını müəllifəm, istedadlı şair və qəzəlkar, sözün gücü ilə ruhlara toxunan bir sənətkar, yazıçılar birləri ilk adımlarını alqışlayar, Ceyhun'u götürdü, Ağa Musa zirvəsi diplomu.
Mənə baxın. Bura baxın. Mənə baxın. Bundan büyük kıymet olabilir. Teşekkür ederim. Sağ olun. Sağ olun. Buyurun Sevinç Han başlıyor. Daha şairler, yazarlar, yaratıcı adamlar oldu. Şair Mercan Hanım, hoş geldiniz. Buyurun. Çok sağ olun, bana söz verdiğinize göre. Kadın gülerse şu işsizlik gülecek, sürüklenen beşeriyet kadın yükselecek. Dilara Hanım, Seyran müəllim, o qadınlardandır ki, mən deyərdim ki, Banu Çiçəklərin, Cəlaliyyələrin, Heyran xanımların davamçısıdır. Nəyə görə? Harda bir dərdli, harda bir problemi var. Görürsünüz, indi əyani vəsait kimi gördünüz Ceyhun müəllimi. Təbrik edirəm Ceyhun müəllim, artıq bizim kolleqasınız da. Və Dilarə və Bahar xanım. Mən bu, bir də Yeganə xanım. Bu üçlər ittifaqı mənim başımın tacıdır. Həmişə sol tərəfimdədir. Həmişə mənim yaradıcılığım, Fazil müəllim. Mənim hər bir irəli addımımı həmişə onlar alqışlayıblar və seviniblər. İstəsəniz bir dənə mənə götürərsiniz. Mən də axşam düşündüm ki, biz dünən şəhidlikdə idik, Milli Qəhrəman anındaydık. Sonra yazılı hədiyədik. Akşam geldim ama elə yorğunudum. Bir dənə şeir yazmışam, mən çox danışmayacağım. Dilarə xanım mənim üçün ən yüksək zirvədə dayanan mən deyərdim ki, Aziz o bir planetdir. Biz də, siz də hamımıza onun ətrafında ulduzcuqlarıq. Mən babası haqqında 5-ci ştatda bilirsiniz də, sənin baban Ləngəlində dağılır. Amma indi isə mən Dilarə xanımın belə deyək, 18 yaşına görə akşam bir şey yazdım, icazənizlə onu oturacaq, çox danışmıyorum. Mən 18 deyirəm, mən görürəm. Təbrikə gəlir. Dilarə, gözəlim, zəhlə qızım. Yığışıb dostların təbrikə gəlir. Ömrünün bu gülşən, mən müdür işlərimdə, gözəl çağında arzuya, murada, diləyə gəlir. Talih qəlbinə xoş yazır. Elinin, obanın, işvəli qızı, işvə var da, düzdür, Fazil var da. Aşıqlar şəninə dindirsin sazı, deyib danışmağa, gülməyə gəlir. Dostlarla dar gündə ortaq olmuşsan. Ağlayanda ağlamısan, dolmusan. Mənimlə hər anda bircə olmuşsan, hər dərdimə şərik ol bu insan. Yenə də halını bilməyə gəlir. Mərcan səni nə unutmaz, nə atmaz. Könül şüşəsini qırmaz, qanatmaz. Altına, gövhərə, şöhrətə satmaz. Könül nəğməsini bilməyə gəlir. Dilarə xanım, əzizinəm, yüz olsun. Baş nərəzi düz olsun. Allahdan arzum budur. Ömrün elə yüz olsun. Bu da sənin arzun. Sana gedəcəm Azərbaycan. Onu sana göndərim. Şeir kompüterdə yazılmıyor, əllə yazılır. Hə, bilmirəm axşam. Belə şeydə yox. 6-cı kitaba salacaq özünə yazdım. Mənim öz adım Mərcan, dövlətimdə də bir can. Mənim öz adım Mərcan, dövlətimdə bir can. Bu iki can birləşir, Şahbuz Azərbaycan. Şahbuzdandır şair Mərcan, qoy var olsun. Şahbuzdandır şair Mərcan, qoy var olsun Azərbaycan. Sağ olun. Teşekkür ederim. Teşekkür ederim. Meclisimizde bir aşk gelir. Meclisimizde Jale Hanım gelir. Koyda değil de meclisimizde. Bazen benim tezine vurulur beni. Benim tezine vurulur beni. Jale Hanım, benim yanına gitmişti.
içeri girende gördüm bir beni böyle elədi. Bayan danışdım. Dedim Fazıl mənim elə bir qız kimsə belə gələcək görünmə. 85 yaşında mən nümunəyəm də. Mən göstərirəm ki, yəni ki 85 yaşında. Yaşdan asılı Jale Hanım gelmeyene kadar başlamayacağız. Ben dedim ki Jale Hanım oradan mesaj size gönder. Başlayın ben gelip satacağım. Teşekkür ederim. Çok sağ olun. Buradan danışarak için. Bir dəqiqə sizi təqdim elədi. Qeyd edək ki, Onu təqdim elə. Jale xanım söz verməmişlər. Qeyd edək ki, Jale xanım Dilarə Ağamsanın yaradıcılığının şahidlərindən birincisidir desək yanılmarıq. Jale xanımın anası mərhum Nurəngiz Gün Dilarə xanımı əzabkeş nəvə adlandırmışdı və bu gün də hər zaman olduğu kimi Jale xanım Dilarə Ağamsanın yanındadır. Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, filologiya doktoru professor Jale xanım Əliyevaya söz verilir. Buyurun Jale xanım. Teşekkür ederim. Necə istəyirsiniz? Mikrofon yoxdur, amma eşidir. Olsun, səsiniz eşidilir hər halda. Disk verin. Çünki burada səsi eşitməyə, sözü eşitməyə qadir insanlar otururlar birinci növbədə. Mən hər birinizi salamlayıram və çox üzürlü hesab edirəm ki, məclisdə tədbirlərdən əvvəlcədən demişdim, ard-arda 2 tədbir var idi. Ona görə də orada da cəmi 15 dəqiqə oturdum Fazıl müəllim, inanın ki, qalan 45 dəqiqəm yolda tıxaclarda keçib və gəlib bura özümü çatdırdım. Mən artıq məclisin belə simalarından hiss edirəm, görürəm ki, mənə qədər də tədbir çox gözəl bir rəvan axınla keçib, onu artıq mən iştirakçılardan hiss edirəm. Onların mən əminəm ki, Dilarə xanım haqqında çox dəyərli Dilarə xanım haqqında dəyərli fikirləri olub. Mənə qədər filmdə artıq izləndi, gedişatdan xəbərim var və o filmdə də mənə də Dilarə xanım haqqında, onun soy kökü haqqında danışmaq şərəfi qismət olmuşdu. Yəqin ki, onu da artıq izləmişsiniz. Təəssüflər olsun ki, özüm görə bilmədim, bilmirəm çıxışımın hansı hissəsi gedir, hansı gedir, evdə onu sonra baxacaq Allah da sayəsində yanmayım, xahiş edirəm. Məni təqdim elədilər. Birinci növbədə əlbəttə ki, burada Dilarə xanımı uşaqlığından bəri, gəncliyindən bəri, belə deyim, yeniyetməlik və gəncliyindən bəri tanıyan, Dilarə xanımın həyat yoluna yaxından bələd olan bir insan kimi iştirak edirəm. Həm də bugün mərhum anamın bir, belə deyim ki, ruhunun dolaşdığı bir məclisdir bura. Çünki onlar uşaqlıqdan bəri rəfiqə olublar, onları bir qəribə halə birləşdirib, belə deyim ki, Sovet İmperiyasının düşməni, dırnaq arası düşməni sayılan babalarının keşməkeşli taleyi bu iki xanımı birləşdirib. Yaşıddılar, həm də hardasa təqribi yaşıddılar. Ömrü sizə qalsın Dilarə xanım, Nurəngiz xanımla 75 yaşında itirdim, amma siz yaşadsınız, yaşasaydı sizinlə yaşıd olacaqdı. Mən sizə çox uzun ömürlər diləyirəm Dilarə xanım və çıxışımda da, filmdə də söylədim, hər zaman da söyləyirəm ki, Dilarə xanım anamın da söylədiyi kimi babası yolunda nəsil, soy kökünün belə deyim ki, o repressiyalardan qurtulması yolunda özünü bir simur quşu kimi yandıran, özünü oda közə vuran, yorulmadan çalışan və istəyinin bir qisminə deyim ki, nail olmağı bacardı. Dilarə xanım çoxunun edə bilmədiyini etdi və həqiqətən də babasının adını, babasının şərəfini qaytara bildi özünə, tanıda bildi, yaşada bildi. Dilarə xanımın bu nəsil haqqında, Ağamsa Nağıyev haqqında saysız hesabsız kitabları var, bilirsiniz. Bir çoxunda yazılarımız var o kitabların içərisində, Nurəngiz xanımın da yazıları var. Və mən vaxtınızı çox almaq istəmirəm, deyil, görməyim kəndin bələdçisi olmaz. Dilarə xanım elə öz zəhməti ilə, öz əməyi ilə, özünün də belə deyim ki, artıq gənclikdən biraz irəliyə gedən yaşla, 19-dan daha yuxarı. 70 yaşında müzakirə edir. Onun da iştirakçısı 82 yaşında. 82, 13 il onu aparıb gətirib. O qədər deyirsiniz, Sən özün neçə yaşda hiss yaşında edirsən, sən o müdafiə. yaşdasan. Biz Dilarə xanıma uzun ömürlər diləyək. Arzu edirik ki,
Bilirəm ki, onun hələ arzuları var, hələ babası ilə bağlı, bu vətən ilə bağlı bir çox arzuları var. Yox, işim yaman mənim gözümə düşür. Bilirəm ki, arzuları çoxdur, istəkləri çoxdur və biz arzu edək ki, həmin o hədəflərinizə çatmaq üçün sizə Allah Taala bundan sonra da çoxlu güc versin, qüvvə versin. Və mən bilirəm ki, sizin arzunuz, istəyiniz nədən ibarətdir. Əmin deməyim, amma bir ümidim var ki, bir ümidim var ki, siz o arzuya da çatacaqsınız. O itirilmiş haqqı bu torpağa qaytaracaqsınız. Və onu qaytardığınız zaman babanızın davamçısı olaraq onun misyasını davam etdirəcəksiniz. Bax, mən bunu burada sizin qarşınızda onu arzulayıram. Mən bilirəm ki, siz onu özünüz üçün yox, siz özünüz üçün yox, sırf o kişinin misyasını davam etdirmək üçün edirsiniz. Yox, şeyin yoxdur. Mən sadəcə Nurəngiz xanımın nə bilim, yanına düşür burada fikirlərini deyirəm. Deməli, Nurəngiz xanımla dedim də, uşaqlıqdan bəri dost olub və rəfiq olublar. Yazısından bir-iki cümləni oxuyacağım. Bir Dilarəm, möhtəşəm babası uğrundakı həlak. Sən çırpıntılarında ol. Görək bu mənzərə bizə nəyə çıllayacaq. Budur, o balaca qızdır. Demək ki, 51-ci il, Pirşağı. Bizim səsküysüz, 3 nöqtə, nəyə görə səsküysüz? Artıq Qudmani bağımıza, çünki repressiyaya düşüblər onlar da, atası ilə birgə gəlmişdi. O da atası Fərəş kimi deyib, gülərkən düşüncəlidir. O da dərin kədərlənməyi bacarır. Hündür meynək yolunun arxasında gizlənmişik. Gizlanpaç oynayanda belə dilxordur. Üzün giləliyir, deyir. Mənim babam böyük adam deyə bilirsən, bunu Dilarə xanım mənim anama deyir. Mənim anam da deyir ki, sus, danışma. Səsimizi eşidir, yerimizi bilərlər, bizi taparlar. Hə də, Musa babamın da yerini bildilər, diksindirdilər. Onun yanaqları ot kimi qızarır. Mənim də babam düşməndir, anam deyir. Mən ah çəkdim, öldürdülər. Sənin baban həkim düşmənidir, Dilarə xanım. Mənimki ev tikən. Anam deyir, bu hökumətə belə düşmənlər lazım olmadı. Bu diyalog iki qızcığazın 11 və 13 yaşlı qeyrət dağarcıqlarının arasında getmişdi. Bəli, 1917-ci il Azərbaycanda mesenatlığa son qoydu. Xeyriyyəçilər düşmən çıxdı. Bunun ardınca gələn mübarək 37 isə digər milli burjua nümayəndələrini, qaymaqları eyni ad altında parçaladı. Müxtəlif gedər-gəlməzlərə, buz yürüşələrə, onlar üçün bilet dəvətnaməsi uzatdı. Onların yiyəsiz baxan, solmaqda olan ailələr isə əbədi tıqqıltılara, təqib hürküsünə əmanət qaldı. Təqib və insan və ədalətsizlik. Bəli və lakin bütün bu sirlər nə vaxtsa aşkar olur. Bu qəbirdən ruha baskı, şəxsiyyət əzmək yönümündə qıvrılan satqınlar da təbii ki, zaman axımında lazımınca faş olur. Gələcəyin mükəmməl dərsi üçün bunu da bilmək lazımdır və Dilarə, vuruşlarına, zinharına bələd olduğum çiçək, babasının yorğun yavrusu, sən gülüşünən çırpıntılarınla salamat qal və başını yastığa atanda, daha yuxunda babamın jandarmalarını, onun könlünü sındırmaqda olan o bəni həmzatları deyil də, elə birbaşa ağa kişini, Musa ağanın özünü gör. Gör ki, tikdiyi binaların üzəri ilə gəzən o müstərib kölgə ağ dünyasında necə bəxtiyar gülümsünür. Eynən Fərəş təbəssümü kimi, sənin kimi Dilarə, qalib və ixtiyarsız. Çəkdiyiniz zəhmətə görə. Bura baxın. Mən 2 filmdən, 7 filmdən, 2 filmdə Rədə xanım iştirak edib və bu da bir filmə baxmadınız. Çox minnətdarım. Siz danışdıqca Nurəngizin rəhmətlinin səsi gəlirdi qulağıma, vicdanıma and olsun. Həqiqətən biz çox dost olmuşuq, çox böyük şair idi. Çox tez getdi aramızdan. Gözəl insan idi. Gözəl insan idi, gözəl ana idi, gözəl dost idi. O rəfiqə deyildi, biz dost idik.
hem bizim neslimiz, əslimiz, keçmişimiz bizi bir Babalarımız. Babalarımızın nüfusləşməsi hamısı oradaydı. Cədə xanım, min də təşəkkür, həmişə yanımdasınız. Bunu mənim üçün varlıqdır. Uzun iller Çox sağ yanınızda olun, olsun. təşəkkür edirəm. İcazə versəz Sevinç xanım. Deməli, mən bir iki kəlmə tərif edəm. Bu şəhid ailələrindən, qazilərdən Talih mənim tərif etsin. Öncəliklə hər kəs salamlayıram. Allah hər birimizi qorusun. Allah dövlətimizi, millətimizi, Cənab Ali Başkomandanımızı qorusun. Allah bir də müharibə nəsib eləməsin. Müharibə çətindir, əzablıdır, amma sonu şərəflidir. Tək vətən sağ olsun. Bir torpağa su düşəndə çamura bayrağı qəndəydi bəs olar. Tək vətən sağ olsun. Burada ziyalılarımız var. Allah hər birimizi qorusun. Allah can sağlığı versin. Mənim üçün də necə hara getməsə deyirlər, fəxr edirik səninlə. Mən də sizlərlə fəxr edirəm, ziyalılarımızla fəxr edirəm. Başda Dilarə olmaqla. Allah ona can sağlığı, uzun ömür versin. Mən də bir anamın anası, nənəsi var. Onu da hələ də mən yaşım bilmirəm. Atam da bu sadır. Atam da bu sadır. Onu da hələ yaşım vallahi bilmirəm. Nə vaxt soruşuram, deyir vallahi bilmirəm. Nə şəxsiyyət vəsiqəsi yoxdur, nə bir şey. Yəni özü üçün solidli yaşayan bir insandır. Allah ömür versin. İnşallah da Dilarə bilmə onu arzu edirəm ki, Bibi deyir mənə. Ne yəndacım gəlir, mənə bibi deyir. Allah ömür versin. Çox sağ olun. Yəni inşallah 100 yaşınızda da mən bir yazarsınız kitabı. Onu sizdən təhvil alacağım inşallah. Allah hər birinizi qorusun. Allah hər birinizə can sağlığı versin. İşinizdə, fəaliyyətinizdə uğurlar arzulayıram hər birinizin. Yaşadırsınız biz qazının. Burada şəhid analarımız var. Allah can sağlığı versin hamısına. Alnınız açıq. Düzdür, bir gözümüz üzülsə də bir gözümüz sevinməli. Çünki biz qalib xalqıq. Yəni hər bir evdən bir şəhid, bir qazi çıxırsa, 10 milyon xalqın üçün gör neçə qazi şəhid çıxdı. Yenə də cənab prezident Qarabağ Azərbaycandır deyəndə gözləri dolur, yenə də yumruğunu qaldırır. Demək bizlər Mehriban xanımız da gözəl fəaliyyətləri var. Yəni onun örnək olan xanımlarımız da burada var. Allah daima var desin. Valla bizim həqiqətən Azərbaycan xalqımızın xanımları çox belə necə deyim, bütün dünyada necə deyim, mən baxıram, yəni çox istəyirəm həqiqətən Dilarə bölü başda olmağını. Yəni belə fəaliyyətlər görürəm, çox qürurluyum həqiqətən ki, bizim belə Azərbaycan xanımlarımız var, mərd, cəsur, qorxmur, nə bilim, ön xəttə tərəf gedirlər, bizi yaşadılar. Şərt o deyil, müharibədə savaşasan. 44 gün oldu, bitdi. Bizim bundan sonraki savaşımız var. Allah ulu öndərimizə rəhmət eləsin. Onun gözəl çıxışları var. Ən gözəl çıxışından da biri deyir ki, qalibiyyəti qazanmaq çətindir. Onu qoruyub saxlamaq, ondan da çətindir. Onu hər zaman qoruyub saxlamaq lazımdır, hər zaman yaşatmaq lazımdır. Bu da kitablarımızındır. Allah bütün rəhmətə gedənlərimiz yaralanıb başda babamız olmaqla mənim atamın da adımızdadır. Allah qalanlara can sağlığı versin, qələmləri möhkəm, qüvvətli olsun, yazsınlar. Yəni birdən də bu sonda bir söz deyim. İstər süpürkəsi ol, istər hərbiçi ol, istər nazir ol, istər deputat ol, kim olursan ol. Bu vətənə layiqli xidmət edirsinsə, sən özün də gəlir. Bravo. Çox sağ olun, təşəkkür edirəm. Dilarə xanımdır. Həm qazi qızıdır, həm şəhid qızıdır. Yəni dostumuzdur, Türkiyədən də bir yerdə getdi. 27 sentyabr anın günü keçirildi. Yəni elə söhbət edildi, dedim gəlmək istəyirsən, dedi gələrəm. Allah razı olsun. Yəni dünənlərdə mən ölüb dirildiyim gündür. 27 oktyabr. Mən yenidən dünyaya gəldim. Mən özüm 25 əməliyyat keçirmişəm, 50 narkoz almışam. Ölüb yarım saat sonra dirilmişəm. Bir ay komada yatmışam, bir ay döyüşdə olmuşam. Yəni bunu niyə deyirəm? Yəni Dilarə bilin sizi belə gümrah. Yəni insan həyatda gümrah olmalıdır. Çünki necə ki xoş günləri verirsə, gülürüksə, əzab-əziyyətdə də gülməliyik. Xoşbəxt olmalıyıq ki, o bizə, həyat bizdən qorxmalıdır, biz həyatdan. Allah hədimizi qoysun. Bir də dayımızın sözünə bir söz deyəcəm. Deyir, əllə, valla dayı, əllərimiz getdicə artır. O söz dediyi ki, yumrusu olmayanlara əlilliyi verir. Getdicə artır. Bunun ki, qarşısını alabilir. Seyran mənim. Allah. Bir
50'lərdə. 50 demirdiniz. Sahil Baba ile dediniz. Yok, ben dedim ki yumor olmayan adam 50'di. Ona benzemiş. Öyle artık da ben de Allah her bir Biz sizinle gurur duyuyoruz. Çünkü düşman bakıp sevinmemeli. Düşman aksine bizim sevincimize üzülür, kederimize sevinir. Ona göre her zaman biz sevinmeliyiz ki düşman bakıp üzülsün ki ben Azerbaycan əskəri vurdum ölmədim. Mən hər zaman döyüşə hazıram. Mən tankist olmuşam. Bir dəqiqə mənə ayaq lazım deyil, mənə əl lazımdır, bir də göz lazımdır. Tədbirlərinizdə iştirak etmişəm, burada üzülürsən, mən təlisi içməyə biraz kim var. Allah hər birinizi qorusun, daima uca olasınız, daima necə deyil, işlərinizdə, fəaliyyətinizdə uğurlar arzulayıram. Mənə bundan qabaq da demişdiniz, kitab verin, mən dedim inşallah bizim evimizdə. Mən kitab verməyisəm, evində 2 dəfə olmuşam. Arzu sənlə də olmuşdu. Arzu gedib deyəsən. 2 dəfə olmuşam evimizdə. Evdə kitab verməmişdim, bu kitabı çıxmamışdı. O kitab vermişdim deyəsən. Atası da Musaları da mən çox istəyirəm. Dedim, indi deyirəm, kitab verim, kitab borcdan bir yıl evimə gəlməsin. Gələcəm lütfen, bu ay çıxacaq. Çox sağ olun, teşekkür ederim. Allah dövlətimizi, millətimizi qorusun. İşi var, karneniz var, səhəsin yana qalsın. Teşekkür ederim. Çox sağ olun. Gelsin, 4 almış bugün İsveçrə bankizdə var. Gələn kimi Orçun onun fərlilərində kəsəcək. Buyurun. Hə, kitablar. Ne güzel, ne güzel. Çok sağ olun. Teşekkür ederim. İkisini de vermişsiniz. Çok teşekkür ederim. Bilmiyorum, hoşunuza geldik, gelmedik. Bizim meclis həmişə belə keçir. Var olun, var. Biz Molla Nəsrəddinin bir gedində biz maraqlı bir məsələ var. Molla Nəsrəddin deyir ki, çıxır bazara, gəlir cəmaat yığır, deyir ki, ay cəmaat. Elə bilin mən ölmüşəm, mənim haqqımda nə deyərsiniz? Deyir ki, hamı qarşı Molla çox ağıllı adam idi, çox yaxşı dərslər vardı, insanlara yol göstərirdi, hər şey faydalı işlər görürdü. Hərə bir sözünü deyəndən sonra deyir, ay cəmaat, gözləyirsiniz mən öləm bunu deyir. Sağlığında deyil. Sizə bu gözəl təriflər həqiqətən bu cür layiqli insanlara vaxtında deyilməlidir. Gözəl sözlər. Sağ olun, uğurlar arzulayıram. Çox dürüst sayın başkanım. Sonra Cale xanım kimi saçda Klop gedər o. Çok sağ olun. Sağ olun. Sağ olun Fadimler, teşekkür ederim. Görüşünüze göre, tariflerinize göre. Benim Milli Meclis'te qəbulunuza göre çok teşekkür ederim. Yok, ben de borcumu hamını biz qəbul edelim. Ahırı ki sevdirdim özünü size. Var olun. Sağ olun. Çok güzel bir meclisimiz geçiyor. Resmi meclisdir ama ki demek bilmek de lazımdır. Ben burada her şeyden kenar çıkacağım. Gazilerimi sana getirmiş ki. Benim ailem burada iştirak ediyor. Benim kardeşimin, büyük kardeşim Rauf, merhum Rauf. Biz bu yola çıkanda 3 idik. Rauf kardeşimiydi, bir de Solmaz bacımıydı. Ama ben olan balaca Sara deyirlər. Yani Həzrəzdə Tağıyevin qızı kimi baxırlar mənə. Yəni ki, cəfakeş öndə gedən və mən öndə gedirdim və onlar itəlirdi, he deyirdilər və isə gedib dağlar aşırdı. İş görən mən idim. İndi ikisi rəhmətə gedib, hər çağırırlar mənə geldim. Yəni mənim vaxtım yoxdur. Hələ mən oralıq deyiləm. Mənim işlərim var, süz göndərənləri də mən görməliyəm. Bunu bilmək üçün deyirəm, onun uşaqlarından burada Fərəh xanımdır, Samira xanımdır, Çingiz qardaşımın o qızı Fərəh, Rauf qardaşımın qızı Samira, durun görsünlər sizi. Rauf'un nəvəsi, fotoğraflar, İlhan xanım, gəlmişsiniz, mübarək olsun, çox sağ olun ki, birinizi sayırsınız, evdə çox görürsünüz, burada gəlirsiniz. Mənim yeganə gözəl bacım, noyabrın 16-sında 11 ildə olacaq, rəhmətə gedib, Allah'ın qədrini yaşayır və onu məndən oğlu Elşan yaşadır hər gün, hər dəfə, hər dəqiqə. Elşan çox gözəl insandır, çox gözəl. Lizanın qəbrini birinci dəfə Elşan tapıldı. Mən ona edikliyirəm, Elşan tapıldı. Elşan mənə gəldi ki, xala, orada qəbir var. Onu necə eləyək və birin agah olur, Rəhmə xanım, filmdə görəcəksiniz.
Musa Nağıyevin ikinci həyat yoldaşını qəbul edir, məzar düzəltdirir. O məzarı mən yox, xeyriyyətçi mənə kömək edib. Mən o qələt edə bilmərəm, üzərimə götürə bilmərəm. Xeyriyyətçi gözəl bir insan, Azər müəllim var. O mənə dedi ki, mən yuxularımda Lizalı görürəm. Dedim, mən də qəbrini bilirəm harada. Dedi ki, yerin mənim qəbri düzəlir. 65 ildən sonra biz ona qəbri düzəltmişdik. Qara mərmərdən üstündə şləpalı. Bir elə belə də gəlirdi mən, röya kimi. Bir də o mənə böyük köməkli gedədi. Çəkiliş. Olar. Tamam, xanım. Dilara xanım, şeir deməmişlərə buraxırıq şair. Mən danışım, o desin. Biraz gözləsin də. Bir dəqiqə. Bir dəqiqə. Bilirəm mən şeir. Biz bura müsəlman xanadı nə qədər Avropa falan qələt edirik. Biz özümüz kimi. Şeir deyirsin. Şeiri, Bahar xanım, mənim sevdiyim Bahar xanım. Şeir istəyirəm. Gözəl. Gizli hələri yeni sevirəm. Kim qabağa çıxar o da tarih. Görəkdə. Mən buradayım. Mənim bir şeirim var, biraz məşhur şeirdir. Hətta o cavan qızların, nə bilim, o xatirə dəftərindən çıxdı. Hətta arvadın da xatirə dəftərindən çıxdı. O şeiri oxuyum və həmişə hamıza bol-bol məhəbbət arzulayıram. Sən nə istəyirdin? Sen ne istiyorsun? Neler itirdin? Korkma kül olmaktan, yan muhabbetim. Sen benim başıma neler getirdin? Ay ki muhabbetim, son muhabbet. O parlak sevgimden çok utanıktan, ulduzlar eşkimden kızartı vermiş. İnsanlar bir defa doğduğundan elə bir defa da severlermiş. Mənəm millət naxış səpmişəm görən. Var mı hesabı naxışlarımın? Kipriklər özgüyə baxmayın deyə çəkir keşiyini baxışlarımın. Elə sızıldayır qəlbim tar kimi. Sən kimin eşkini daşıyacaqsan? Bəlkə də divarlar, maşınlar kimi sən də məhəbbətsiz yaşayacaqsan. Burada tənhalıqdan lap iyrənmişəm. Qoy meh sırallasın elini sənin. Gedib 72 dil öyrənmişəm. Hələ tapmamışam dilini. Sən bir soyuq ulduz, mən gözləri nəm. Eyb yox. Mənim üçün həmişə varsan. Sıxma ürəyimi. Ürək cəhənnəm. Axı sən oradasan. Sən sıxılarsan. Ama sen teşekkür ederim. Gene derim, Dilara Hanım'ın məclisləri həmişə yüksək səviyyədə keçir. Bir dəfə deyim, yarım dəqiqə olar. Mənə bir dəqiqə var, zəngim iştəhmilən keçirəm mənim. 5-6 xanım var, yani. Bəs o yaradıcılığı var, güclü bələtdilər filandılar. Dedim gedeyim o Nəsiminin heykelinin arkasında, orada restoran var, dəfnə. Orada bir abid ediyor. Ben de kişilerin sözünden çıkabilirim, kadınlara biraz sıyıram, sözlerinden çıkabilirim. Dedim gelirim. Gittim gördüm bir 40 kadın, ben de tek. Allah hiç kimse göstermesin, hem de hamıya göstersin. Yani sürprizle dolu. Öpürəm hamısı. Elşan'ı sizə təqdim etdim. Gördü, Rauf mənim, haradasınız Rauf mənim? Vəkilim mənim buradadır, həmişə yanımdadır. Gözəl bir oğlumdur, gözəl bir... Ondan bir dənə sizə nüans danışacağım. Çünki məclisimizi belə eləyək ki, inciyən qalmasın. Rauf'un anası uşaq evindən götürmüşdü, yetimlər evindən. Və onun oğlu o qədər nəzizdir, böyüdür, vəkil ellətdirir, vəkil işlətdirir, əməyini sərf edib. Və o, anası rəhmətə gedərkən onun yerini biraz narahat yerə vermişdir, güya bu belə başa düşmüşdü.
Mən qatıldığım işə icra hakimiyyətinəcən getdik. Yasamal icra hakimiyyəti, baş icra hakimiyyəti və bir nəfərin yerinə 4 nəfər bizə nəfəri yer verdilər. Və o gündən rahatdır ki, anası rahat yatır. Yəni belə evlatlar olsun, var və olacaq. Çünki ana qədri bilən oğlan həmişə çörək tapar. O dedi ki, adamın yeri nağardı. Çıxartdırırdı onu. Ekskumasiyasız çıxartdırırdı oradan. Amma mən onu başa saldım ki, yerdə gözəldir. Üstəlik bizə 3 dənə yer çox verdilər. Mənim yerim olmasa ora apararsan. Allah ödür. Sonra Lizan qəbrini dedim. Lizan qəbri Azər müəllim bizə böyük köməklik elədi, xeyriyyəçi. Gül sənsən, indi başa düşdüm sənsən. Çox böyük xeyriyyəçilik elədi. Yəni ki, mən özüm o iqtidarda deyiləm. Yəni o qədər xərci çəkə bilməzdim. Həm də ki, ikinci həyat yoldaşımda o qədər istəmirdim Jələ xanım, onu səsə düşdüm. Amma axırı səsə düşdü, çıxdı. Kitablarımda var onun haqqında. Çox gözəl xanım olub. 18 yaşında babamı yoldan çıxardı, 50 yaşında. Baba yoldan çıxardı. Zarafatırlar. Və onun qəbrini düzəltdirdikdən sonra mən dedim ki, Musa Nağıyevin üstünü mənim üçün bir xeyriyyətçi eləmişdi. Üstünde koyup orada yazıp Bakı milyonçusu ve bu mənim ürəyimdə 16-cı ildən böyük dərd daşıyırdım. Böyük yük daşıyırdım ki, axı o xeyriyyətçi oldu. İctimai xadim oldu. Milyonçu çok adam olub o vaxtda. Çok adam deyəndə ki, 11 nəfər olublar. Mən istədim ki, onu və o qraniti mən üçün dəyişdi, edib, sən bilirsən. Qraniti bütöv dəyişdi, yazdı. Bakı milyonçusu, xeyriyyətçisi, milyonçu xeyriyyətçi, ictimai xadim. Musa Nağıyev, alqışlar olsun, Azər Onun da işlası var idi. Dedi ki, biraz da şey. Nəsmə xanım, sənin haqqında danışım ki, yox. Filmdə var idi, Pləkandan düşəndə OMOD bilirsiniz ki, Şahmiyan OMOD geçmiş. OMOD, Simaşqa, hamısı Musa Nağıyevin oldu. 4 xəstəxana, ilk 4 xəstəxananı Ağa Musa Nağıyev tikdir. Və mənim ümumi arzum idi ki, mən o xəstəxanadan nəsə edeyim. Və OMOD-də Nəsibə xanımın əli ilə mən getdim, çıxdım ora. Qlavraç direktor oranın anası rəhmətə gedib, ona görə gəlmədi. Filmdə də şəkildə gördünüz. O qədər, o da Fazil mənim kimi, o qədər gözəl danışdı ki, prosto mən istəyən var, mənim haqqımda bilən var. O da çox gözəldir, amma əsas səbəbkar Nəsibə xanım oldu ki, onu yollaşdı mənim üçün. Aynur xanım heç vaxtı yox idi, o düzəltdi onu. Və sən Pləkanlardan düşəndə mənimlə filmdə baxarsın, təbrik edirəm. Natavan xanım, sizi də xoş gördük, çox xoşdur ki sizi. Ofira xanım, sizi hamınızı salamlayıram. Samay xanım, sizə böyük hörmətim var. Siz mənim canımsız cigərimsiniz. 6 bacının 6'sında 5'i biri rəhmətə gedib, 5'ində ikisi rəhmətə gedib. Qalanların hamısına böyük hörmətim var. Nəzakət xanıma, əmin qızına böyük təşəkkürümü bildirirəm ki, o qudalardır, görün necə mehrimandılar və dünyada onlar həmişə. Edər mənim Haqverdiyev Şəcəvəsinin böyük daşıyıcısı, sizin də əməyiniz mənim kimi çox çətindir, mən bilirəm. Mən onu qiymətləndirirəm çünki ona görə sizi özüm yerinə, siz məni öz yerinizə qoyanda biz bilirik ki, biz nələr çəkirik. Və nəyisə sübuta getirmək üçün bir daha mənim şahidimdir. 20 il mənim yanımda olubdur. 2006-cı ildən 2022-ci ilə 18 il, 2 il yalandı, 16 il, 4 il yalanmışdım. Hamınıza təşəkkür edirəm. Kimin nəzərdə Qəmər xanım, Ruxsara xanım, o qədər sevindirdilər. Mehriban xanım, Solmaz xanım, Sədaqət xanım, o qədər sevindir ki, bu yüzündə gözəllik göstərir. Siz mənim yanımdasınız. Mənim yanımda olun, mənim işim olsun, sizə düşürəm. Sonra kim qaldı? Şəhid analarına sizə qurban olun. Kim istəyir bir dənə mənim haqqımda, ya kitab haqqında, ya biz sizə gəlməyinizi, neysə iz qoymuşuqsa 2 dəqiqə, 3 dəqiqə çox istəyərdi ki, deyəsiniz. Hansınız? Hamımızın böyüküzdür. Hamımız evet. Həmişə bu 5 ildə bizi tək qoymamışsınız. Dilara xanım, Allah sizə can sağlığı versin. Atalar bizdə ürəyin gözəlliyi üzdə görsənir. Sizin ürəyinizin gözəlliyi həmişə özünüzdən bilinir.
Allah sizlərə can sağlığı versin. Kitablarınız axarlı olsun, uğurlu olsun. Filmləriniz axarlı olsun. Allah sizə can sağlığı versin. Allah sizə sağlam ömür versin ki, həmişə aramızdan həmişə yaşadasınız, həmişə də yaşatmışsınız. Sağ olun ki, Siz sağ olun, siz sağ olun. Belə gülər üzünüz həmişə sizdən əksik olmasın. Biz şəhid anaların ki, həmişə yanında olmuşuz. Mənim oğlum 20 il zabiti olub, 16 il cəbhə bölgələrində olub. O bu rütbəyə, polkovnikliyindən rütbəsinə öz hünəri ilə, özünü təhlükələrə atalaraq, aprel döyüşlərində də iştirak edib. Avqustun 3-də 2020-də təqaüdə çıxmadı ki, vətən sevgisi onu qoymadı çıxmadı. Vətən deyib döyüş atıldı. Bizim oğullarımız 30 ildə alınmayan torpaqlarımızı öz qanları ilə, canları ilə tarix yazdılar. Mənim üçün fərqi yoxdur 3-cü Qarabağ, 2-ci Qarabağ. 1-ci Qarabağ şəhidlərimiz əvvəl başladılar, bizim oğullarımız bitirdilər. Bütün şəhidlərimizin yeri cənnət olsun, nur içində yatsın. Sizin kimi insanların yanında olmaq bizləri yaşadır. Siz ki, bizim bu tədbirlərə dəvət edirsiniz, bizim də başımız qarışır, məsələn, bizi yaşadırsınız. Allah sizlərə can sağlığı. Çox sağ olun. Allah sizə həmişə var edin. Çox sağ olun. Hamınıza təşəkkür edirəm. Yox, Rəşad Quliyev. Polkovnik leytenant Rəşad Quliyev. Qanunları 31-dən sonra. O, Mərziyə xanım. Bütün şəhidlərimizi bir də deyək, Allah rəhmət eylesin. Ruhları şad olsun. Sizin kimi analar, valideynlər, həyat yoldaşları, onların yolunu işıqlandırır, işıq salır. Qoyulurlar yaddan çıxarırlar. Biz də bildiğimizi, başardığımızı sizlərə kömək edirik. Çox sağ olun. Teşekkür edirik. Çox sağ olun. Biz analara təsir edib oğullarımızı itirmişik. Ancaq ki, yenə də qürur. Çok sağ olun. Vətən yolu. Teşekkür ederim. Buyurun. Sağ olun Dilara xanım, bizi dəvət elədiyinizə görə. Biz də sizi böyük bilib gəlmişik. Sizdən biz şəhid ailələrini ziyarət edirsiniz. Bir böyük ana kimi. Böyük Azərbaycanın belə ziyalı xanımısınız. Sizin həmişə üzünüz gülərli olsun. Bizim də bağlarımız 30 illik torpağı alıb ana vətən deyib gediblər. Biz analar da ona görə bir yerdəyik. Biz sizin kimi analardan təsəlli alırıq. Sizin kimi böyük ağbirçəklərdən təsəlli alıb yaşayırıq. Mən Kapitan Pənahov Əkbərin anası. Əkbərim hərbisi idi. 2 oğul evladı var. Vətəninə əmanət qoyub gedib. Mən çox razıyam bizim Xətai rayonun Rafiq müəllimlə. Qurbanov, bəli. Çox gözəl bizim tədbiri olacaqdı məktəbdə Əkbərin. Belə düşünürəm ki, biz nə qədər biz analar ayaq üstə dura bilərikmiş. Ürəyi yaralı analarıq. Dözümlü Azərbaycana layiqli analarıq biz. Bizim oğullar, geyimimizi də bizə bu yaraşığı da onlar veribdir. Biz onların adına layiq yaşamalıyıq. Ana vətən deyib gedən oğulların adına layiq yaşamalıyıq. Bu 3 renkli bayrağı ucaldan oğulların arası. Belə pis çıxmasın, TikTokda baxdım ki, 2-ci Fəxri Xiyabanda dəfn olub Əkbərim. Bizim polis balalar hamısı hər şəhidin yanında biri marş vurub təlim keçirlər. Ola bilsin 8 noyabr zəfər gününə təlim keçirlər. Bu ara məndən çox intervyu götürürlər ki, mənim ayın 6-sı Əkbərimin orta məktəbdə, oxuduğu məktəbdə keçəcəkdi 8 noyabr təlimi. Çox mənim belə, elə bil həyatdan mən yorulmuşam. Bir də düşünürəm ki, yox, mən yorulmamışam həyatda. Bizdə olmuşsunuz. Mən həyatda yorulmamışam. Mən qürurla ayaq üstə durmaq istəyirəm ki, gör mən kimin anasıyam.
Analar anası, fəxirli oğulların anasıyam mən. Bu həyatda ayaq üstə durmağa bizim borcumuzdur. Borcumuzdur. Elə bir igid oğulların anasıyıq biz. Elə bir qəhrəman oğulların anasıyıq biz. Mənim dərdim lap böyükdür. Deyir, müharibə idi, hər şey ola bilərdi. Nədən ki, Əkbər, zabit oğul, Murov dağından döyüş yolu keçdi, Kəlbəcərdə şəhid oldu. Kəlbəcər noyabrın 25-i könüllü təhlanındı. Düşməndən. Əkbərim neytralda qaldı. 9 aydan sonra nə işi gəldi? 9 aydan sonra nə işi gəldi? Bir ananın arzusu oldu ki, 2 qurban kəstirdim, 7 qapıya payladım ki, Əkbərimin nə işi gəlsin, vətən uğrunda gedib. Bir bayrağı balkondan asmışdı. Gecələr, aylar, əldəzlərə yalvarırdım ki, Allahım, bu bayrağa and içib gedib mənim balam hərbiçi oldu. O hərbi yolu deyirlər çətindir. Mənim balam vətən uğrunda döyüşdü. Mənim balam vətəninə, torpağına qulluq eləyirdi. Atası da hərbiçi olubdu. Birinci Qarabağ müharibəsinin veteranı atası da. O bayraqdan öpürdüm ki, nə var Allahım, balam vətən uğrunda gedib. Şəhid də olsa qəbulumdur, balam tapılsın. Düzdür, balamın nə işi? Qar əridi, qar əriyəndən sonra gətirdilər. Bir belə bir deyir, vətən nə oğul desə nə dərdim? Mamır olub qayasında dərdim. O Əkbər kimi oğullar oldu ki, 9 ay nə işi? Bu dağlarda qaldı. Dilarə xanım, olan anaya mən bir söz Bu bir dastandır, bu bir kitabdır. Düzdür, Əkbərin 2 şəxsi kitabı çap olunubdur. 20 kitabda əlavə olunubdur şəhidlərlə bir yerdə, ancaq 2 şəxsi kitabı çap olunubdur. Mən çox çaşqınlıq elədim ki, bura gətirməliydim Dilarə xanım, sizə gətirib verməliydim. Allah qoysa gəldi, ziyarət eləsiniz, yenə də gələrsiniz. Sağ olun, var olun. Anacan, çox üzr istəyirəm. Şəhidlər ölmürlər, şəhid yaşayır. Yeni nəsillərə tarix daşıyır. Ürəkdən, qəlblərdən axı qaşıyır. Vətənə sadağa gedir şəhidlər. Dağların lalasına, dağların xalısına, xal düşüb lalasına. Elə qurban gedərəm şəhidin balasına. Şəhid haqq səsidir. Şəhid Allahın qibləsidir. Şəhid bizim qələbə müjdəsi. Yaşasın Azərbaycan, Allah şəhidlərimizə rəhmət eləsin. Sənə sadağa yox. Biz sizinlə Ağsaqqallar Birliyində o da tədbirdə olmuşuq. Eyvaz müəllimində siz oradaydınız. Allah sizə səbir versin. Tək sizin balanızdır. O Dilarə xanımın, Yeganə xanımın, Bahar xanım, bütün Azərbaycan balasıdır. Allah sizə səbir versin, öpürəm, bağrıma basın. Ana ürəyi başqa şey. Bilirəm. Biz Rafiq müəllim danışır. Bilirəm canım, biz dünən də biz Fəxri Xiyabanda getdik o sizin dediyiniz şəhidlərin hamısını Azad Hümbətov da biz ziyarət elədik. Dünən bütün icra hakimiyyəti deputat hamımız oradaydı. 30 yaşına kimi mənim balam idi, 30 yaşından sonra vətənin oldu. Allah rəhmət eləsin. Şəhid xanım İsmayıldan gəlir. Kürdəmir. Bizim İsmayılda da bizim Kürdəmir. Onların evinə ziyarətdə olmuşuq. Balası cavan gelirdi. Fariz balası. 18-19 yaşındaydı. Şimdi Bahar xanım, o çəkdiniz, Yeganə xanım. Mən də hər salamlayıram. Mən Kürdəmir rayonundan gəlmişəm. Fərid Məhmədovun anasıyam. Mən oğlumla fəxr edirəm. Dilarə xanımı mən 4 ildir tanıyıram. Dilarə xanımı mən görən gündən sevdim. O da məni çox sevdi. Dilarə xanımı ona görə mən sevdim ki, o çox ziyalı, dahi insan olduğuna görə, amma lovğalığı sevmir. Mən onu ona görə sevmişəm. Hər zaman insan olaraq yaxınlaşır. Aşağı təbəqə bilmir, yuxarı təbəqə bilmir. Ölçü, yəni arasında ölçü qoymur. Hər zaman hər kəsin yanındadır. Mən sizi çox sevirəm. Allah sizdən razı olsun. Bugünkü gündə bizi bura tədbirə
dəvət elədiyinizə görə çox sağ olun. Gəldiyinizə görə Çox təşəkkür sağ olun. ederim. Çox sağ olun. Teşekkür ederim. Çok teşekkür ederim. Dilrubə xanıma deyim ki, kimdir? Çox red qadındır. Adı kimi. Deməli, Musa Nağıyevin binalarını 80'ini tapmışdım. 81. bunun binasıdır. Kerim Kərimoğlu da kosmonavtikanın böyüyü Hacı Məlim. Həmin Kerim Kərimovun atası Musa Nağıyev ikinci dəfə evlənəndə birinci həyat yoldaşını bacısı oğluna həvalə edib ki, ona xidmət etsinlər, qulluq eləsinlər. Qasım İsmailov 16'da ona 2 mərtəbəli gözəl hündür bina verib, baxş edib. Həmin orada Kerim Kərimov sonradan kosmonavtika sayəsində böyüdü. Və bu yaxında biz Təzəpirə gedəndə Bahar xanımdan çıxdıq. Dedim, ay Bahar xanım, gəl burada görək bir kesi tapacağım mən. Çünki mən Musa Nağıyevin həyat yoldaşı Ümmə Səlmanın qəbrini istəyirəm dedim, tapım, onu da ziyarət edeyim və onu da lazımı hala gətirim. Xeyriyyəçi var arxamda, eləyəcəm inşallah. Getdik, Dilrubə xanım bizi o qədər gözəl qarşıladı. Kerim Kərimovun qohumlarındandır, gəlinidir, o ocağın gəlinidir və çox gözəl qarşıladı, təşəkkür edirik ona görə. Və bir dənə arzusu var ki, orada deməli Kerim Kərimovun adına xatirə lövhəsi olsun. Mən də demişəm. Ben de dedim ki birinci Musa Nağıyev, sonra Kerim Kərimoğlu. Orada lövhəsi olacak inşallah. İnşallah. Natəman xan bilirsiniz də Söz qəzetinin böyük adamdır. Söz qəzetinin başında gözəl insandır. Həmişə mənim tədbirlərimdə iştirak edir. Mən kimi deyən, güləndir. Ağlamanın yerində də biraz özünü qəmgin aparmağı bacarır. Yəni ki, yerini bilən adamdır. Çox istəyirəm onu. Həddən artıq çox sahamıdır, çox istəyirəm. Xanım mənim neçə illərdir, mənim Azərkeşindəki məndən xoşu gəlir. Gorki adına keçmişdi, indi deməli birləşmiş deməli kitabxanadır. Səadət Sarayın yanında uzun müddət işləyib. Nazilə. Yadımdan çıxmadı. Nazilə xanım həmişə mənim tədbirlərimə gəlir, təşəkkür edirəm bugün də gəldiyinizə görə. Ağgül xanım bilirsiniz kimdir? Ağgül xanım keçmiş və çox gözəl müəllimi olub. Qalx ayağa Ağgül xanım, Hacı xanımdır. Mənim qısa müddətdə mənim sevgimi qazanıb, mən də onun sevgisini qazanmışam. Ağgül xanım bu yaxında jurnala vurmuşuq, onun haqqında gözəl şeirlər yazır. Təşəkkür edirəm Ağgül xanım. Heç təsəvvür edəmədim gələcəksə, yox yazmamışdım mən. Ona görə baxdım, sonra tanıdım. Vəsiqə də vermişim, bizim milli dəyərlərin qorunması İctimai Birliyin üzvüdür. İnşallah cəmiyyətimizə də gələrsən, cəmiyyətimiz bir yerdədir. Kim? Nailə xanım. Bilirəm də, keçəcəyəm. Ancaq, buyur deyil, gəlirəm. Gəlirəm, burada gələcəm, burada gələcəm. Heç kimə diqqətsiz qalmır, hamıya diqqət göstərir. Buyur. Ağgül xanımdır, jurnalda çıxıb görürsün, həm müəllimə kimi çıxıbdır. Hər baxın. Məqələndə mən yazmışlara getdim. Bura baxın. Bismillahirrahmanirrahim. Ya Kabir, Ya Kabir, Enhallatın lezzelat, Tudadul Ubuli, Milves ve Azeme, ve Merkufi illa billah, ve tebekkatü ve ilahi umum. Hasbiyallah ni'mel vekil. Güzel, hürmetli nurani hanımlar, hakikaten ben bu günleri sizin gibi ziyalı hanımlarla, nurani hanımlarla bir mecliste olmanın için, olduğum için Hacı Hanım'a çok minnettarım. Kesin kimi güzel hanımlarla bizi görüştürdü.
Elə xanımın simasında, mən çox danışmayacağım inşallah. Xanımın simasında icazə versəniz əgər, Azərbaycan xanımlarına aid bir neçə kəlmə inşallah, bir neçə kəlmə bilirəm. Azərbaycan xanımlarına aid. Azərbaycan xanımları, güneş desəm yanılmaram, ay da desəm yanılmaram. Güneş kimi parlaqdılar, ay kimi də nurludular Azərbaycan xanımları. Gəzsən əgər bu dünyanın hər güşəsin, hər bucağın, yoxdur tayın bərabərin, namus, qeyrət örnəyisən Azərbaycan xanımları. Hansı xalqın xanımıdır, bir uşaqla dul qalıbdır, ilk sevgisini qoruyaraq bir libasda qarıyıbdır Azərbaycan xanımları. Bətnindəki körpəsiyle er yolunu gözləyibdir, qara saçını ağ hörübdür, taleyiyle barışıbdır Azərbaycan xanımları. Dərziniz burada olmalıdır, gözəl dərziniz və bilmirəm, hamı doğrulandı görmez, ona görə bir xüsusi qeyd edirdim. Çox sağ olun, gəlmişsiniz, təşəkkür edirəm. Təşəkkür edirik bizim hamımız sizə danışmayın. Bir damlasında sizin de adınız var. Yani ki bu her adama kısmet oldu. Allah size can sağlığı versin. Düşünürüm ki emin amanlık olacak. Bir daha müharebe olmayacak. Son sözü istiyorsunuz kamerasına. Son sözü değil. Teşekkür ederim. Yerinize kesin. Öz yerinize kesin. Kesin öz yerinize. Bugün siz filmin təqdimatına görürsünüz, zamanı aşan istəyir. Yəni, Dilara Bağıyanların 85 illik yükləyinə və 35 illik yanılışıma həsr olunur. Filmə baxdınız, filmdə azacaq olsa gördünüz ki, Ağamusan Ağır ətrafında, pardon, tədqiqat bağlı tanış oldunuz. Və bir də gördünüz ki, Ağamusan Ağır 98 yıldan film olub, 81 yıldan tapmışam. Zərf edirəm ki, mən milyonçu Ağamusan Ağır nəslinin daşıyıcısıyam və onunla hər gün nə isə tapıramsa, mən bununla qidalanıram və əvvələ mən qeyri-hükümət təşkilatlarına dəstək olan Dövlət Agentliyinə təşəkkürümü bildirirəm ki, bu cür filmin video çarxın meydana ərsəyə gəlməsi üçün mənə imkan yaratdılar, şərait yaratdılar. Dövlət özünüzə təşəkkür edirəm ki, mən səsimi çıxara bilirəm, açıq danışa bilirəm ki, Ağamusan Ağır nələrə qadir olubdur. Bununla şəxs edirəm, hamına təşəkkür edirəm, çox sağ ol deyirəm və düşünürəm ki, mənimlə razılaşacaq ki, tariximizə nəzər salmaq hər adamın işidir. Mən bunu etmişəm, edəcəyəm və düşünürəm ki, nə qədər canımda sağlamlıq varsa, bu işi davam etdirəcəm, kitablar yazacağım və filmlərimi çəkilişini davam edəcəm. Təşəkkür ederim. Ya ki, her 98 binanın üzerinde layığa vurulsun ki bu binanı Ağamusan Ağır öz vesayet hesabına inşa edipti. Ve bu olmalıdır ki nesiller bunu bilsin.